Biz sizə dövlət proqramı qaliblərinin görüş təqdim edirik. Sağ olsunlar. Dövlət proqramı xarici təhsil üzrə dövlət proqramının bu ilki qalibləri Riyad Musayev, Şahid Məhərrəmli və Samin Hüseynov bizim dəvətimizi qəbul etdilər. Onlar getdikləri top 10 universitetlərin qəbul prosesi, o cümlədən ilkin təhsillə bağlı təəssüratlarını bizdən bölüşəcəklər. Hər üç çıxışçıya çox təşəkkür edirik. Öz dəyərli vaxtlarını ayıraraq, həmçinin saat fərqini də nəzərə alaq ki, onlar bizdən eyni vaxtlarda qoşulmurlar. Yenə çox sağ olun deyirəm və sözü yoldaşlara ötürürəm. Salamlar bir daha. Mən Samin Hüseynov, hazırda Cambridge Universitetində təhsil alıram. İndi ekranı paylaşacağım. Bir slayd hazırlamışdım. Mən əvvəlcə ümumiyyətlə Cambridge Universitetinin LLM dərəcəsi haqqında ümumi məlumat verəcəm. Daha sonra həmin bu proqrama müraciət etmək üçün tələblər, müraciət prosesi, həmçinin artıq şərti qəbul almışsınızsa, hansı addımları atmalı olduğunuzu deyəcəm və ümumiyyətlə Cambridge-də sosial həyat haqqında danışacağam. LLM proqramına ildə bir dəfə müraciət açılır. Bu il sentyabrda artıq müraciətlər belə deyək, qəbul olmağa başlamışdı və deadline 2 dekabr 2025-dir. Ümumiyyətlə proqram özü 9 ay davam eləyir. 1 oktyabr başlayır və növbəti iyun başa çatır. Bu 9 ayın özü də 3 semestrdən ibarətdir. Michaelmas term, Lent term və Eastern term. Termlər arasında təxminən 1 aylıq fasilə olur və siz də bu fasilədə ölkədə qayıda bilərsiniz, ya ümumiyyətlə istəsəz həmin bu şəhərdə qalıb research-unuzu davam etdirə bilərsiniz, yəni istədiyinizi eləyə bilərsiniz. Dərslər yoxdur o müddət ərzində. 2 ay ərzində isə hər term 2 aydan ibarətdir. 2 ay ərzində isə intensiv mühazirələr olur. Sizə belə deyək, oxu materialları verilir qabaqcadan, dərsdən əvvəl siz onları çatdırmalısınız, oxumalısınız və qeyd edeyim ki, LLM biraz advanced degree olduğu üçün sizdən çox oxumaq tələb eləyəcəklər və artıq elə yanaşılır ki, sizin seçdiyiniz fənlər üzrə müəyyən bir backgroundunuz var. Ona görə heç kim sizə sıfırdan heç nə izah eləməyəcək də, amma artıq sizin müəyyən bir biliyə sahib olduğunuzu güman eləyərək dərslərə başlayacaq və ümumiyyətlə ilin əvvəlində siz 4 fən seçirsiniz öz istəyinizə uyğun olaraq. Hər il ilin əvvəlində hansı fənləri seçə biləcəyiniz haqqında sizə list verilir və onlar arasında 4-ünü seçirsiniz. Amma auditdə eləyə bilərsiniz müəyyən fənləri, hansı ki bu audit elədiyiniz fənlərdə imtahanlara daxil olmursunuz, sadəcə dərslərdə iştirak etmək hüququnuz var. Audit edə biləcəyiniz fənlərin sayına isə limit yoxdur. Və belə bir qayda yoxdur ki, seçdiyiniz bütün belə deyək, fənlər bir-biri ilə əlaqədar olmalıdır. İstədiyinizi qarışıq seçə bilərsiniz. Məsəl üçün, həm insan hüquqları seçə bilərsiniz, həm korporativ hüquq seçə bilərsiniz, həm maliyyə hüququ seçə bilərsiniz. Yəni, bu sırf sizin öz maraqlarınızdan, gələcək planlarınızdan, istəklərinizdən asılı olaraq dəyişir. Sonra imtahan necə olur? Ümumiyyətlə, il ərzində sizə heç bir assignment verilməyəcək. İstisnalar var, məsəl üçün, workshoplar ola bilər, bir termdə bir dəfə və yaxud da ki, belə deyək, müəyyən bir essaylər yaza bilərsiniz. Amma ümumiyyətlə, onların heç bir nəticəvizi təsiri olmayacaq. Sırf imtahan ilin sonunda baş tutur və 3 saat closed book olur. İndiyə qədər imtahan open book şəkildə həyata keçirilibdir, amma bu ildən etibarən ilk dəfə closed book olacaq. 3 saat ərzində sizə verilmiş suallardan 3-ünü seçərək essaylər yazmaq, müəyyən suallar diskussiya eləməyə, belə deyək də, şərait yaradılacaq. Ancaq belə bir imkan da yaradılır ki, əgər istəsəz, o 4 fənnin biri üçün imtahana girməyə bilərsiniz və həmin o əvəzində dissertasiya yaza bilərsiniz. Bu sadəcə bir fən üçün keçərlidir. Siz dissertasiya seçsəz belə, qalan 3 fəndən imtahan vermək məcburiyyətindəsiniz. Mən ümumiyyətlə LLM üzrə təhsil alıram, amma burada digər magistr proqramı hüquq üçün MCL-dir, Master of Corporate Law. Master of Corporate Law-nun LLM-dən fərqi ondan ibarətdir ki, Master of Corporate Law sırf spesifik korporativ hüquq üzrədir. Yəni, sizin seçdiyiniz fənlərdə məhduddur. Məsəl üçün, siz orada seçə bilərsiniz sırf deals, corporate transactions və s. bu tipli fənləri. LLM-də isə elə bir məhdudiyyət yoxdur.
Amma hər ikisi ümumiyyətlə eyni vaxt başlayır. Dərslər oktyabrda, iyunda başa çatır. İmtahan qaydası eynidir. Prosta fənlərin sayı da səhv eləmirəmsə MCL-də çox olur və məcburi bəzi fənlər də var. Yəni strukturları müəyyən qədər fərqlidir MCL-də. MCL-in özünün kohortu da kiçikdir. Hər il el-elemə təxminən 200 nəfər qəbul olduğu halda MCL-ə 25 nəfər qəbul olur və MCL-in digər bir də fərqi ondan ibarətdir ki, siz şərti qəbul alanda şərtlərdən biri də məhz 3500 funt sterling reservation fee ödəməkdir. Hansı ki, bu da müəyyən şəxslər üçün çətinlik yarada bilər. Çünki dövlət proqramının hələ onda nəticəsi falan açıqlanmamış olur və siz qabaqcadan müəyyən qədər özünüzü risk ataraq 3500 poundu ödəməlisiniz. Amma MCL-in bir də digər fərqi ondan ibarət ki, onun deadline-ı daha uzundur. El-elimin deadline 2 dekabr bitdiyi halda MCL-inki 7 yanvar 2026-da bitəcək. Daha sonra tələblər nədən ibarətdir ümumiyyətlə el-elem üçün? Birinci tələb ondan ibarətdir ki, siz first class honors degree ilə bitirməlisiniz undergraduate degree-nizi. Bu ümumiyyətlə sırf UK universitetlərini bitirmiş şəxslər üçün belə adlanır, first class honors degree. Azərbaycanda belə bir degree yoxdur undergraduate-də. Amma ekvivalent olaraq sizin GPA-niz 90-dan yuxarıdırsa müraciət edə bilərsiniz. Yəni onlar özləri nəzərə alır ki, hər bir ölkədə belə bir sistem yoxdur. Ona görə sizin ortalamanıza əsasən bu tələbə əməl edib etmədiyinizi müəyyənləşdirirlər. İkinci tələb dil sertifikatından bağlıdır. IELTS və ya TOEFL-la müraciət edə bilərsiniz və dərslərin başladığı vaxt IELTS-ınız artıq qüvvədə olmalıdır. Məsəl üçün, siz gələn tutam ki, müraciət edirsiniz və 2026-cı ilin 1 oktyabr dərsləriniz başlayır. Sizin IELTS-ınız artıq həmin vaxt qüvvədə olmalıdır. Yəni, qüvvədə olma vaxtı sizin müraciət etdiyiniz vaxtla yox, dərslərin başladığı vaxtla ölçülür. Və həm IELTS, həm də TOEFL üçün minimum, belə deyək, hər section üçün tələblər var, həmçinin overall tələb var. Belə ki, hər section üçün IELTS-da ən azı 7 almalısınız, overall isə 7-5. TOEFL-da isə hər section üzrə ən azı 25 almalısınız, overall isə 110 olmalıdır, minimum. Daha sonra ən əsas ümumiyyətlə müraciət sənədləri isə reasons for applying və reference letterdir. Reasons for applying-də siz niyə məhz bu fakültəyə, niyə məhz bu dərəcəyə müraciət etdiyinizi qeyd edirsiniz və maksimum 5000 belə deyək də, işarədən ibarət olmalıdır yazdığınız reasons. Reference letter isə 2 dənə olmalıdır. İkisi də akademik olmalıdır. Əgər siz hazırda təhsilinizi davam elətdirirsinizsə. Yox, əgər artıq 6 ildən çox belə deyək, qurtarmısınızsa universiteti, ola bilər ki, sizin müəllimlərlə əlaqəniz falan artıq yoxdur. O zaman siz 2 dənə professional recommendation letter verə bilərsiniz. Amma hər bir halda reference letterlərin akademik olması belə deyək, şiddətlə tövsiyə olunur. Ümumiyyətlə, reasons for applying və reference letter üçün ümumi bəzi tipslər demək istəyirəm ki, bu təkcə Cambridge Universitetinə müraciət üçün yox, digər istər Berkeley, istər Lund, istər ümumiyyətlə digər universitetlərə müraciət zamanında işinizə yaraya bilər. Reasons for applying-da, yəni çalışın şablon səbəblər yazmayın da. Məsələn, mən bu universiteti uşaqlıqdan arzulayırdım və ya bu çox tanınmışdı, nə bilim, mənim arzumdur. Ümumi şablon ifadələrdən çalışın ki, qaçın və sırf unikal eləməyə çalışın ki, yəni nəyə görə məhz bu universitet, nəyə görə məhz Cambridge, nəyə görə məhz siz bu ümumiyyətlə kohortunuzda dərslərə necə contribution eləyə bilərsiniz. Bu tipli səbəblər yazmağa çalışın və çalışın ki, unikal olsun. Belə eləyə bilərsiniz ki, məsəl üçün, siz tutalım ki, maliyyə hüququ üzrə ixtisaslaşmaq istəyirsiniz və seçəcəyiniz fənlərdə maliyyə, kommersiya, korporativ hüquqla əlaqədar olacaq. O zaman özünüzün iş təcrübəsi varsa ondan yaza bilərsiniz və ya hər hansı bir fən götürmüsünüzsə, bakalavr dərəcəsində onun haqqında yaza bilərsiniz ki, marağınız məhz bu dövrdə yaranıbdır və ya ümumiyyətlə hər hansı ola bilər kitablar oxumusunuz, elmi məqalələr oxumusunuz, o məqalələr sizdə maraq oyadıbdır bu fakültəyə müraciət etmək üçün, bu ümumiyyətlə fənləri götürmək üçün daha doğrusu. Yəni çalışın sırf spesifik sizə özəl olan məsələlər yazın. Həmçinin belə yaza bilərsiniz ki, tutalım ki,
siz burada dərs deyən professorları araşdıra bilərsiniz və qeyd eləyə bilərsiniz ki, mən onun məqalələrini oxumuşam və ya ümumiyyətlə onun kitabını oxumuşam, onun haqqında məlumatlıyam. Çox istəyirəm ki, indi də davam eləyim Cambridge-də təhsilimi və o müəllimdən dərslər götürüm və s. Bu tipli, yəni unikal eləməyə çalışın. Digər məsələ isə referenslərlə bağlıdır. Burada siz ümumiyyətlə müraciəti saytdan eləyəndə hansı ki 2 müəllimin referens alacaqsınız, onların e-mailini yazmalısınız. Və bu e-maillərin hər ikisi mütləq müəllimlərin akademik e-mailləri olmalıdır. Məsəl üçün, ada.edu.az domenli və ya bsu.edu.az domenli e-maillər olmalıdır. Çünki əks halda bu sizin üçün problem yaradacaq şərti qəbul aldığınız zaman. Məsəl üçün, mən özüm müəllimimin ABB e-mailindən, birinin e-maili ABB e-maili idi. Amma conditionlardan biri də məhz müəllimin Bakı Dövlət e-mailindən yenidən recommendation letteri göndərmək idi. Bunun da səbəbi ondan ibarət ki, e-mail nə qədər belə deyək, universitet domeni olsa, onlar o dərəcədə verify eləyə bilərlər ki, həqiqətən də bu sizin müəlliminizdir. Reference letterdə qalmışdıq. 2 reference letter tələb olunur və hər ikisində mütləqdir ki, müəllimin rəsmi e-mailindən olsun, yoxsa əks halda bu sizin üçün condition olaraq gələcək. Reference letterlərlə də bağlı onu deyim ki, müəllimlərə link göndəriləcək, müəllimlərin o qeyd etdiyiniz e-maillərinə və müəllimlər həmin o linkə daxil olaraq referensləri yükləməlidirlər. Və reference letterlərlə də ümumi tipslər onu deyə bilərəm ki, çalışın ki, yəni təkcə ümumi ifadələrdən istifadə olunmasın da. Düzdür, əslində reference letterləri müəllimlər yazmalıdır. Ancaq təəssüf ki, belədir ki, bizim ölkədə 95% hallara tələbələr özləri yazır, müəllimlər sonradan çek eləyir və ya ümumiyyətlə müəllimlər oxumadan imzalayır. Əgər özünüz yazacaqsınızsa, müəllim okey veribdirsə, diqqət eləmək lazımdır ki, ümumi məzmunlu sözlərdən istifadə olunmasına, məsəl üçün, X çalışqandır və ya savadlıdır, teamwork da yaxşıdır, bu tipli şeylər ümumi yazılmasın. Hər bir şey əsaslandırılsın. Məsəl üçün, deyirsiniz ki, teamworkdə filan şəxs yaxşıdır. Əsaslandırın ki, tutalım, belə bir proyekt olubdur, tədris ili vaxtı biz bu fənni keçəndə X şəxsi belə bir işlər görmüşdür. Yəni, hər bir deyilən fikrin arxasında müəyyən bir əsaslandırma olsa daha yaxşı olar. Və həmçinin çalışın ki, reference letteri təkcə onun research qabiliyyəti yaxşıdır, nə bilim, filan fənni yaxşı bilir ilə yanaşı, soft skilllərinizə də müəllimlər yer ayırsın. Çünki xarici universitetlər belə şeylərə çox önəm verirlər də. Yəni, təkcə sizin tələbə olaraq necə olduğunuzu görmək istəmirlər. Onlar həmçinin sizin bir fərd olaraq necə olmağınızı görmək istəyirlər. Ümumi belə, daha sonra transkript universitetdən alırsınız. Əgər Azərbaycan dilində verilibsə, tərcümə təsdiq eləyirsiniz notarial qaydada və transkripti skanını yükləyəndə çalışın ki, rəngli skanla yükləyəsiniz. Yəni, ağ-qara olmasın. Bunun səbəbi ondan ibarət ki, bu il Cambridge Azərbaycandan daxil olan şəxslərdən biri ağ-qara yükləmişdi sənədlərini və ona gələn conditionlardan biri də ondan ibarət idi ki, sənədləri rəngli şəkildə yenidən upload elə. Yəni, onlar rəngli olanda yenə sənədin orijinal olduğunu verify eləyə bilirlər. Daha sonra isə tələb olunan sənədlərdən biri isə CV-dir. CV isə orada siz hansı ki, özünüzün təhsili haqqında, iştirak etdiyiniz layihələr haqqında qeyd edirsiniz, iş təcrübəniz və ya ümumiyyətlə bir könüllü proqramında olmusunuzsa, internshipdə olmusunuzsa, onları qeyd edirsiniz. Və mən Europass-da düzəltmişdim CV-ni. Yəni, demək ki, uğurluymuş, onlar tərəfindən qəbul olmuş ki, yəni qəbul aldım. Siz də Europass-dan istifadə edə bilərsiniz, amma belə xüsusi mütləq bu tipdə olmalı deyilən bir şey yoxdur. Əsas siz orada ətraflı şəkildə indiyə qədər nələr etmişsiniz, onları qeyd eləyəsiniz də. Yəni, amma mən, məsələn, nümunə olaraq sizə deyə bilərəm ki, Europass-dan istifadə edə bilərsiniz. Mən ondan istifadə eləmişdim. Bu, lazım olan sənədlərdir, hansı ki, siz deadline-dan əvvəl hər birini yükləməlisiniz və application fee-ni də əlavə olaraq ödəməlisiniz. Application fee mən müraciət elədiyim il, yəni keçən 50 funt sterling idi. Amma bu ildən internetdə, yəni saytlarında gördüyüm qədərlə qalxıb da 85 funt sterlingdir. Daha sonra
Meeting conditions. Siz əgər artıq qəbul almısınızsa, sizə təxminən fevral-mart ayında conditional letter gələcək və sizə bir deadline qoyulacaq ki, məhz bu müddət ərzində həmin bu conditionları yerinə yetirib bitirin. Burada əsas belə deyək, conditionlar akademik referenslərlə bağlı olur. Digər conditionlar daha çox belə deyək də, yerinə yetirilməsi rahat olan formal belə deyək conditionlar olur. Akademik condition nədən ibarətdir? Əgər siz hazırda bakalavr təhsilinizi davam edirsinizsə, onlar sizdən tələb eləyəcək ki, müəyyən bir vaxta qədər universiteti bitirmiş olun və müəyyən bir GPA ilə bitirin. Məsəl üçün, mənim кейsimdə ondan ibarət idi ki, deadline olaraq 31 iyulu qoymuşdular və GPA isə 95 qoymuşdular 100-dən. Yəni, 31 iyul tarixinə qədər mən final sənədləri universitetdən almalı idim, tərcümə təsdiq elətdirməli idim və minimum GPA-im də ilin sonunda, 4 ilin sonunda 95 olmalı idi. Yəni, əks halda onlar artıq sizi qəbul eləməyəcəklər. Şərtləri yerinə yetirməmiş hesab olunacaqsınız. Ardını bilmirəm, yəni səhv eləmirəmsə məzun olduğunuz gün sizə diplomlar da verilir. Amma Bakı Dövlət tələbələri üçün bu biraz problemlidir. Çünki bəzən diplomlar gec verilir və sizə deadline çatdırmalısınız. Dövlət proqramında bir tərəfdən sizə yekun qəbul məktubu istəyir. Bu biraz problem yaşadır tələbələrə. Elə mənim özümdə problem yaşatmışdı. Ancaq yəni birtəhər həll eləmək olurdu. Universiteti tələsdirməklə, dekanlığı və ya rektoratlığı tələsdirməklə birtəhər yəni sənədləri tez almaq olur. Yəni təcrübədə olub da. Amma digər universitetləri, məsələn, adı da səhv eləmirəmsə bu daha rahatdır. Diplomunuz üçün ki, bitirdiyiniz vaxt tez alırsınız. Digər tərəf finance-dir. Onlar sizdən statement istəyəcəklər ki, sizin təhsil xərcləriniz, həmçinin yaşayış xərcləriniz kim tərəfindən qarşılanacaq? Ümumiyyətlə, hər bir halda çox güman ki, tələbələrin çoxu dövlət proqramına ümidlənir, ona görə Cambridge-ə müraciət edir və ümumiyyətlə digər top 10 universitetlərə müraciət edir əksər hallarda və dövlət proqramından qalib olduqdan sonra, sənəd aldıqdan sonra sponsor məktubu onu yükləyə bilərsiniz. Amma yenə deyirəm, burada deadline tələbi var, 31 iyul, hansı ki, dövlət proqramının cavabı 31 iyul tarixində çıxmamış olur. Keçən avqustda çıxmış səhv eləmirəm. Yəni bizim vaxtımızda avqustda çıxmış səhv eləmirəmsə. Və buna görə də siz özünüz artıq qeyd eləməsiniz ki, həmin tarixə qədər mən xərclərimi özüm qarşılayacağam. Cambridge Universitetinin bir müsbət xüsusiyyəti ondan ibarətdir ki, onlar sizdən bank statementləri istəmirlər. Sadəcə sizə güvənirlər ki, siz həqiqətən orada qeyd elədiyiniz məlumatlar doğrudur. Siz sayta daxil olub yazsaz ki, məsəl üçün, mən özüm öz xərclərimi qarşılayacağam. O artıq condition yerinə yetirilmiş kimi görsənəcək və sizin üçün universitet belə deyək də, əlavə sənədlər istəmədən bu condition yerinə yetirmiş olacaqsınız. Amma bir məsələ də var ki, universitetin hüququ var ki, istənilən tələbədən bank statement alsınlar, amma indiyə qədər heç kimdən almayıblar, yəni təcrübədə olmuyor. Prosta yenə də universitet bu hüququ özündə saxlayır. Keçən il, həmçinin ondan qabaqki illərdə tələbələr dövlət proqramının nəticəsi açıqlanmamışdı deyə riskə ataraq, elə mən özüm də yazmışdıq ki, özümüzü qarşılayacaq xərcləri, ancaq biz dövlət proqramından asılıydıq, belə deyək, dövlət proqramının nəticəsindən. Dövlət proqramının nəticəsi açıqlandıqdan sonra universitetə yazdıq ki, artıq özümüz qarşılamayacağıq, dövlət proqramı qarşılayacaq. Onlar da heç bir problem yaratmadan qəbul eləmişdilər bu məsələni. Reference dediyim condition isə bayaqki məsələdir. Yəni, əgər müəllimin öz rəsmi universitet e-mailindən reference almasaz, bu zaman sizin üçün problem olacaq və müəllimin yeni universitet e-mailindən məktubun göndərilməsini tələb edəcəklər. Digər tələblər isə, şərtlər isə daha belə deyək, rahat tələblərdir. Yəni, sizin pasportunuzun şəklini istəyəcəklər, fotonuzu istəyəcəklər, həmçinin indiyə qədər olan viza məlumatlarınızı istəyəcəklər, İngiltərə vizanızı ki, indiyə qədər olub, olmayıb, belə bir statement qeyd edirsiniz. Digər bir məsələ isə kolleclərdir. Ümumiyyətlə, Cambridge və Oxford Universitetinin digər universitetlərdən fərqi ondan ibarətdir ki, bu universitetlər kollegial universitetlərdir. Yəni, fakültə ayrıdır, kollec isə ayrıdır. Fakültə, yəni bildiyimiz qaydada sizin dərslərdə iştirak edirsiniz, sizin akademik məsələlərinizdən məsuldur. Sizi qiymətləndirirlər, dərslərdə iştirakınıza baxırlar və s. Kollec isə odur ki, sizə
non-akademik məsələlərlə bağlı dəstək göstərən bir, belə deyək, qurumdur. Və siz harda ki, kollecdə qalırsınız, kollecin society-lərinə üzv ola bilərsiniz, tədbirlərində iştirak edə bilərsiniz, belə deyək, kafeteriyalarından istifadə edə bilərsiniz. Siz müraciət, belə deyək də, application-ı dolduranda orada 2 kollec seçmək şansınız var. Belə deyək, boş da saxlaya bilərsiniz həmin hissələri, hansı ki, random sizə öz kolleci təyin eləyəcək. Amma qabaqcadan özünüz seçə bilərsiniz həmin o kollecləri. Məsəl üçün, mən seçmişdim Selwyn və Darwin kollecini. Bunda səbəb ondan ibarətdir ki, məhz bu 2 kollec fakültənin binasına ən yaxın kolleclər idi. Amma indi sizin özünüz internetdə baxa bilərsiniz. 30-dan çox kollec var da. Sizin maraqlarınıza uyğun olan, nə bilim, ola bilər ki, siz tarixi bir kollecdə oxumaq istəyirsiniz, o zaman onu seçə bilərsiniz. Amma yəni məsəl üçün yaxınlıq axtarırsınızsa, Selwyn, Darwin və Newnham kimi kolleclər seçə bilərsiniz. Amma seçməsəz də olar, yəni məcburi deyil. Çünki özləri random harasa təyin eləyəcəklər. Digər tələb isə məhz sizə verilən offeri müəyyən tarixə qədər accept eləməyinizdir. Mənim vaxtımda 30 aprelə qədər tarix qoymuşlar ki, qəbul eləyim. Bu şərtlərlə bağlı idi. Digər məsələ isə Social Life at Cambridge. Bayaq qeyd etdiyim kimi kollegial sistemdir və siz kollecin society-lərinə üzv ola bilərsiniz. Məsəl üçün, bizdə var badminton, kuba salsa, nə bilim, müəyyən rəqslər, şəkil, artla və s. ilə bağlı müxtəlif society-lər var. Yenə sizin maraqlarınızdan asılıdır ki, siz hansına üzv olursunuz. Və burada bir də məşhurdur, yəni Cambridge-də punting klubları, hansı ki, Cambridge çayında punting eləməklə sizə öyrədirlər və ya ümumiyyətlə hər hansı bir professional tərəfindən siz müşayiət olunursunuz. Digər məsələ isə student society-lərdir. Burada yüzlərlə student society-lər var. Kolleclərdən müstəqil olaraq fəaliyyət göstərirlər. Yenə o da özünüz, yəni qəbul olduqdan sonra artıq baxarsınız da, yəni hansı sizin üçün maraqlıdırsa, hansını belə deyək, hansını iştirak eləmək istəyirsə eventlərdə və s. onu artıq özünüz seçə bilərsiniz. Və sonuncu isə formal dinnersdir. Burada hər 3 və 5-ci günlər, axşamlar formal dinners olur, ödənişli şəkildə təbii ki. Qabaqcadan qeydiyyatdan keçərək, belə deyək də, sırf Cambridge təcrübəsini yaşaya bilərsiniz də. Hogwarts vibe olan bir böyük zallardır, hansı ki, tələbələr bir araya gəlir, qanunlarını geyinir, bir-biri ilə ünsiyyətdə olur, networking olur və s. Belə özünə məxsusdur. Bir növ Cambridge-ə və Oxford-a məxsus, belə deyək, eventlərdir bunlar. Əslində sırf Cambridge-ə spesifik məsələlər bunlar idi. Başqa hər hansı bir sual varsa, dostlar bildirə bilər. Çox sağ olun prezentasiyaya görə. Mənim bir sualım olacaqdı ki, siz dediniz ki, dekabrın 2-sinə qədər deadline-dır, amma biz reference letter onda həmin tarixə qədər yükləməməliyik. Sadəcə mailləri yazmamız kifayətdir. Yox, yüklənməlidir. Siz 2 dekabra qədər elə eləməlisiniz ki, müəllimə e-mail çatsın. Məsələn, oktyabr, noyabr ayı ərzində. Müəllim də onu yükləsin. Yəni 2 dekabr hər bir şey üçün deadline-dır. Müəllimin o reference letter yükləməyi üçün də, motivasiya məktubunu, sənədlərinizi yükləmək və həmçinin application fee-ni ödəməyiniz üçün. Yəni 2 dekabr artıq hər şey bitmiş olmalıdır. Aydındır, çox sağ olun. Çox sağ ol Murad. Sami sən də çox sağ ol prezentasiya və məlumat üçün. Orada ortalama qeyd elədin. Dedin ki, 90 plus olmalıdır. Və sonra da qeyd elədin ki, 95 plus bir task qoyulmuşdu. Yəni bu 95 plus olması mənasına gəlirmi? Yəni məntiqən elə olur. Yəni 2 dənə fərqli məsələ idi. Yəni siz o vaxt müraciət edə bilərsiniz ki, eligible-sınız deyə müraciət üçün. Sizin ən azı 90 GPA-niz var. Tutalım ki, 93-dür, müraciət elədiniz. Və sizə condition gələcək, qəbul alsaz, tutalım hər şey uyğundur, universitet sizi həqiqətən istəyir, seçib. O zaman sizə condition göndərəcək, universiteti bitirin. O artıq universitetin öz, belə deyək də, səlahiyyətinə ki, ora neçə GPA ilə bitirməyi sizdən tələb eləsin. Ora 90 da yaza bilərdi, 93 da yaza bilərdi. O universitetin sonradan mənim üçün, sırf spesifik mənə qoyduğu tələb edir ki, 95 ilə bitirim. Amma 95, yəni başqa tələbələrdə bilmirəm necə olubdur. Sırf məndən 95 minimum olmasını tələb eləmişdi. Okay.
Bəs onda yəni fərqli olaraq davam edeyim. Səncə səni Cambridge-i seçməyin əsas cəhəti nə idi? Nəyinə görə ən çox səni seçdilər? Yəni ola bilər ki, IELTS dərəcəsi başqasında da var. Neçə bilmirəm aldığımı, təqribən Hı hı. 7.5 8 deyirəm də özümdən. Hı hı. O başqasında da var. Ortalama 95 başqasında da var. Yəni nəyə görə səni seçdilər? Məsələn, mənə görə sənin bir bank təcrübənə görə seçiblər. Yəni mənə yox. Bəs səncə yəni nədir əsas seçmə səbəbin? Məndə IELTS overall 8 idi. Yəni belə fantastik dərəcədə yüksək bir IELTS falan yox idi. Writing, speaking 7 idi və listening, reading 8-5 idi. Mən düşünürəm ki, mənim ümumiyyətlə seçilməyimin səbəbi müəyyən bir belə deyək də portfolionu göstərməyim olmuşdu, hansı ki, onlar bir-birinə əlaqədar idi. Mən motivasiya məktubunda əsasən maliyyə hüququndan maraqlandığımı qeyd eləmişdim və orada fənlərdə maliyyə hüququndan, korporativ maliyyə ilə bağlı götürəcəyimi qeyd eləmişdim, professorlar falan qeyd eləmişdim. Yəni bu baxımdan görülmüş ki, hə, mən maliyyə hüququna marağım var. Bu reasons-ları da göstərdim. İkinci isə müəllimlərimi sırf spesifik əlaqəli müəllimlərdən almışdım. Birini bank hüququ müəllimi vermişdi. Hansı ki, bank hüququ müəllimi də referens tədqiqatında yazmış ki, hə, bunun praktik təcrübəsi də var. Bir bankda işləyib, məsəl üçün dərslərdə məsəl üçün uğurlu idi və s. və ilaxır. Yəni bank hüququ müəllimi də göstərdi ki, hə, bank hüququ sahəsində Sami müəyyən qədər bir təcrübəsi, bilikləri var. Digəri isə konstitusiya hüququ müəllimindən almışdım. Konstitusiya hüququ müəlliminin verdiyi referenslərdə də konstitusion məsələlərdən yox, konstitusiyada təyin edilən maliyyə məsələlərinə daha çox fokuslanmışdıq ki, məsələn orada var pulla bağlı, büdcə ilə bağlı məsələlər, hansı ki mən o məsələlərlə bağlı tamam dərin marağım vardı, araşdırmalar eləyirdim və s. Yəni bir-birini tamamlayan bir portfolio var idi. Həqiqətən də bu öz əksini tapır ki, reasons for applying-də də məktubları da, yəni bir-birinə bağlı idi hamısı. Çalışın eyni məsələləri təkrar-təkrar hər şeydə yazmayın, amma əlaqəli bir-birini tamamlayan məsələləri yazsaz, məncə bu sizi uğurlu kandidat kimi göstərəcək. Okay, çox sağ ol. Onda sənə sırf spesifik olaraq belə son sualımı verim. Axırda əmin olsa onda verərəm yenə. Səncə Cambridge-ə, yəni maliyyə, daha deyək də belə xüsusi hüquq sahəsi ilə yox, ümumi hüquq sahəsinə maraqlanan biri müraciət eləyə bilərmi, eləməlidirmi ya da? Eləməlidir mütləq şəkildə. Çünki Cambridge özü daha çox elə məhz ümumi hüquq sahələrində ixtisaslaşıb. Düzdür, təbii burada maliyyə hüququ, korporativ hüquq bu ikisi də çox belə deyək tanınmış belə deyək də kurs paperlərdir, o fənlər. Amma orada yəni ondan da məşhur paperlər var. Məsələn, human rights, international law, jurisprudence bu sahələr üzrə çox ixtisaslaşıbdır. Ümumi hüquq deyəndə sırf hansı sahə nəzərdə tutulur? Məsələn, insan hüquqları, beynəlxalq hüquq və hüquq nəzərdə tutulur. Çox belə deyək tanınmış professorlar, çox tanınmış belə deyək materiallar verilir burada. Tanınmış deyim, yəni əsaslı araşdırmalar aparılıb deyə deyirəm də. Burada sizə çox akseslər veriləcək, çox şeyə əl çatan olacaq sizin üçün. Sırf sən hansı sahə üçün deyirsən ümumi hüquq sahəsi? Konstitusiya hüququ mu, inzibati hüquq mu? Məsələn, elə dediyin kimi nəzəriyyə, cinayət, inzibati o sahələrdə. Məsələn, Var, cinayət var. Seçə bilərsiniz, yəni. okay. Yəni çünki o sahələr üzrə də ixtisaslaşıbdır. Çox sağ ol. Sizə deyərdim insan hüquqları və beynəlxalq hüquqda daha çox belə məşhurdur Cambridge. Çox sağ ol. Buyur. Mən də hər birinizi salamlayıram. Çox sağ olun belə maarifləndirici təlim üçün vaxtınızı da ayırırsınız. Minnətdarıq sizin təşkilatçılara da, təlimçilərə də. Bir sual vermək istəyirəm. Əslində bu il baxa bilməmişəm. Ola bilsin ki, keçən il bu sualın cavabını bilirdim əslində. Bu 2 dekabr tarixi səhv eləmirəmsə IELTS-ı təqdim eləmək üçün də son tarix hesab olunur. Düzdür? Yoxsa əslində o öz saytlarında keçən il yazmışdı ki, bəli 2 dekabrdır. Ona görə mən müraciət eləməmişdim, amma başqalarından sonra eşitdim ki, onlara belə deyim də negotiation aparıb daha sonra təqdim eləmək mümkündür. Bunun real təcrübəsi necədir bilirsiniz? Yəni mən 2 dekabra qədər IELTS yükləmişdim. Yəni öz təcrübəmdə belə idi. Amma bildiyim qədər belə bir şey olub ki, bəzi şəxslər aşağı IELTS balı alıbdı əvvəlcədən. Tutalım ki, writing-dən 7 yox 6 alıblar. Və Cambridge Universitetdə sonradan bu belə deyək də retake-lər olur IELTS-da, onu qəbul eləmir. Hamısı bir dəfəlik yəni yığılmış bal olmalıdır. Ona görə bəzi uşaqlar retake-dən də götürməm. Yəni tutam ki, bir şəxs bir section-dan az bal alıbdı. Həmin o az IELTS-ından müraciət eləyir və şərti qəbul olur. Şərti qəbulda artıq IELTS onun üçün condition olur ki, sən yeni bir IELTS sertifikat təqdim eləməlisən, hansı ki, o da bizim şərtlərimizə uyğun olmalıdır.
Yəni belədir burada məsələ. Yəni sonradan təqdim eləyiblərsə, belə o artıq şərtin tələbi olub deyə təqdim eləyiblər. Siz artıq müraciət edəndə IELTS-ı verməlisiniz mütləq. Aşağı bal. Oxfordda məsələn imkan var idi sonradan təqdim eləməyə, amma Cambridge-də mən yazılı elə bir şey görməmişdim. Ona görə məsləhət görürsüz. Yüklü. Hətta aşağı olsa da, yəni yetərli olmasa da yükləyək, sonra Bəli. toplayıb Keçən verək. IELTS-ı aşağı olub qəbul olan var idi, səhv eləmirəmsə. Amma başqa fakültələrdən var idi, bəli. Başqa fakültələrdən International Relations olmalı idi. Təşəkkür edirəm, minnətdaram. Sual verən yoldaşlara təşəkkür edirik maraqlı suallarına görə. Son suala irəli bir kiçik şey mən də soruşmaq istəyirdim. Bəs bu IELTS-ın sonradan təqdim olması, yəni onların tam tələblərinə qarşı sonradan təqdim olunması həmin namizədin qəbul şansını azaldırmı? Xeyr, yəni onlar əsas orada iki şey var da, təməl sizə qəbul olmağa kömək edəcək. Bir, sizin motivasiya məktubunuz, ikincisi isə recommendationlar. IELTS ümumiyyətlə tək Cambridge yox, istənilən universitetlərdə IELTS-ı minimum tələb kimi qoyurlar ki, siz həqiqətən müəyyən bir dil səviyyəsinə sahibsiniz və burada dərslərdən baş çıxardacaqsınız. Orada yəni IELTS-ı gec verməyiniz, tez verməyiniz və ya IELTS-ın minimum toplamı 8, 5, 9 olmağının heç bir önəmi yoxdur, yəni mahiyyətcə. Sizin son zaman məncə dediniz ki, sonradan verməyimiz təsir eləyə bilərmi şansıma? Əgər yəni qabaqcadan az balda yükləmişsinizsə, yox, təsir eləmir. Uzağa şərt kimi tələb edəcəklər. Çox sağ olun Samid. Yəni sualınızı cavabladım, yəni o nəzərdə tutur. Çox təşəkkürlər bu ətraflı məlumatlara görə, həm dərs proqramı, həm semestrlər, həm də universitet haqqında ilkin təsəvvür yaratdığınız üçün. İndi isə sözü digər bir çıxışçımıza Riyad Musayevə vermək istəyirik. Riyad da Cambridge Universitetinin əzəli rəqibi Oxford Universitetində təhsil alır. Riyad, söz sənindir. Murad, əvvəlcə bir hissəni düzəldim. Nitqində bir səhv var idi. Cambridge Universiteti Oxford Universitetinə rəqabət aparmaq istəyir. Çünki vaxtı ikən onlar bizim universitetdən ayrılıb, belə deyək, öz universitetlərini yaratmışlar. Keçək indi mənim məsələmə. Mən Riyad Musayev, hal-hazırda Oxford Universitetində magistr jurist proqramı üzrə təhsil alıram. Magistr jurist əslində bir növ LLM-dir, sadəcə niyə elə adlandırırlar? Mənim qəbul olduğum ixtisas üzrə, yəni hüquq magistr, onlar iki yerə bölürlər. BCL, bir də MJUR. BCL Common Law yurisdiksiyasından gələnlərdir. Onları daha çox seçirlər. Hal-hazırda bizim kohortda səhv eləmirəmsə 140 üzəri BCL tələbəsi olmalıdır, amma MJUR bu civil law ölkələrindən gələnlərdir. Məsəl üçün Azərbaycandan mən yaxud başqa deyək ki, İtaliya və s. Almanlar daha çox üstünlük təşkil edir. Onları MJUR adlandırırlar və biz hal-hazırda kohortda səhv etmirəmsə 42 nəfərik. Gələk aplikasiya məsələsinə, müraciət məsələsinə. Çalışacağam ki, Saminin dediklərindən bəzi təkrarlar olmasın. Çünki bəzi məsələlər oxşardır, IELTS məsələsi və s. Fərqli cəhətlərdən biri nədir? Bizdə motivasiya məktubunun heç bir önəmi yoxdur. Yəni, özləri hətta daxil olsanız, səhv etmirəmsə, öz veb səhifələrində də qeyd ediblər ki, motivasiya məktubu sadəcə formal xarakter daşıyır, sadəcə baxılacaq. Amma hər hansısa bir deyərdim ki, rolu yoxdur. Yəni, bunun səbəbi nədir? Çünki bizdə ikinci bir əsas məsələ var. Yəni ən əsas məsələ, hətta deyərdim ki, müraciətlərin 50% sırf onun üzərində əsas qiymətləndirilir. Bu akademik essədir. Maksimum 2000 sözdən ibarət bir hüququn istənilən sahəsi ilə bağlı, orada hər hansı bir limit yoxdur. Esse yazmalısınız və 2000 söz maksimum limit kimi qoyulsa da, amma yəni, arzu olunandır ki, 1700-1800-dən yuxarı yazasınız və təbii ki, indi onlar plagiarizm məsələsini yoxlayırlar və ən əsası onlar qeyd edirlər ki, yəni bu esse research proposal olmamalıdır. Yəni belə deyək, mən bunları araşdırdım, bunları sizin üçün qısaldıb, summary edib sizə təqdim edirəm. Bu qəbul olunmur. Onların tələb etdiyi odur ki, hər hansı bir məsələ olsun, yanaşma olsun. Siz sadəcə olaraq, belə deyək, o fikri dəstəkləmək üçün öz bir fikri bizi ortaya qoyursunuz və o fikri dəstəkləyici mənbələr tapıb bir növ belə bir əssə hazırlayırsınız. Yəni, sizin öz fikriniz də olur.
doktrinal mənbələr də olur, qanunvericilik aktları da olur. Məsəl üçün mənim yazdığım Unidroid prinsiplərindəki implied termslərlə bağlı idi. Məsəl üçün mən ondan və səhv etmirəmsə 1975 sözdən ibarət idi. Daha sonra, yəni bu akademik essə sizin müraciətinizin demək olar ki, 50% məsələsini həll edir. Daha sonra tövsiyə məktubları məsələsinə gəldikdə, burada tövsiyə məktublarını 3 nəfərdən almaq lazımdır və arzu olunandır ki, üçü də belə deyək, universitet müəllimlərindən alınan referanslar olsun. İş təcrübəsi də məqbul sayıla bilər, amma özləri də öz veb səhifələrində qeyd edirlər ki, akademik tövsiyə məktubları daha çox arzu olunandır. Sistem eynidir. Sadəcə siz portalda müəllimlərin maillərini qeyd edirsiniz və həmin maillərə link gedir, müəllimlər daxil olub onu yerləşdirəcəklər. Sonradan müəllimlərlə əlaqə saxlanılıb, onun autentifikasiyası yoxlanılırmı? Mənim təcrübəmdə olmayıb, amma qeyd etdiklərinə görə bəzən bu hallarda olur. Və tövsiyə məktublarına da önəm verirlər. Burada əsas faktor müəllimin kimliyindən getmir. Əsas odur ki, sizin həmin müəllimlə olan bağınız, həmin müəllimlə birgə nə etmisiniz? Ola bilər ki, yəni hər hansı bir məsələ barəsində araşdırma eləmisiniz, ya müəllim sizə 2-3 dəfə, 2-3 semestr dərs deyib, yəni o baxımdan sizi daha yaxşı tanıyır və s. Bu belə və digər bir məsələ sizin bu Oxfordda qəbul şansını artıran ən əsas məsələlərdən biri. Düz əslində bunu veb səhifələrdə qeyd eləmirlər, amma bura qəbul olan şəxslərlə belə deyək, diskussiya vaxtı onlar, hətta yəni burada BA, bakalavr oxuyan tələbələr var idi. Onların qeyd etdiyi əsas məsələ odur ki, əsas faktorlar nədir? İş təcrübəsi üstünlükdə, amma belə deyək, tam hər şey həll edici faktor da deyil. Hüquq üzrə daha çox götürürlər sizin ortalamanızı. First class honors, bilmirəm düzü tam olaraq Azərbaycanda onu first class honors deyəndə necə götürürlər. Çünki onun hər hansısa bir rəsmi ekvivalenti məndən azından bilmirəm. Amma ortalamanız nə qədər yüksək olursa, qəbul şansınız bir o qədər çoxdur. Bakı Dövlət Universitetində, mən bakalavr ixtisası aldığım universitetdə sizin neçənci, belə deyək də, öz kohortunuz üzrə neçənci yerdə olduğunuzdan bağlı sənəd vermirlər. Rəsmi sənəd vermirlər, amma mən nə etmişdim öz кейsimdə? Mən dekanlıqdan öyrənmişdim, birinci idim, tutora demişdim. Tutor mənim transkriptimi göndərəndə ki, o da biraz başqa bir məsələdir. Onu da izah edəcəm, amma tutor, belə deyək, dekanın adından mail getmişdi ki, sıralaması budur və s. Bu belə, ən əsas məsələlərdən biri Moodcore təcrübələridir. Təbii ki, buradakı Moodcore təcrübəsi iştirakdan getmir. Ən azından hər hansı bir nailiyyət olsa çox yaxşı. Abortçulara çox önəm verirlər. Bu vaxta qədər aldığınız, yəni müraciət etdiyiniz vaxta qədər aldığınız abortlar olsun, honorslar olsun ki, Oxford məhsul səbəbdəndir ki, yəni daha çox iş təcrübəsi US-dəki kimi daha çox sizin praktiki biliklərinizə yox, akademik biliklərə çox fokuslanırlar. Ona görə yəni nə qədər çox abortunuz olarsa da təbii ki, əlaqəli abortlar olsun da. Məsəl üçün deyək ki, A şəxsi çox yaxşı piano ifa elədiyi üçün ona abort veriblər. Bu yox, sırf mən dediyim hüquqla bağlı olan abortlardır. Daha sonra buradakı deyək ki, assessment məsələsi həll oldu və deyək ki, qəbul aldınız Oxfordda. Ondan sonraki məsələlər necə olur? Dövlət proqramı ilə bağlı məsələ ilə bağlı bir məsələni sizin nəzərinizə çatdırım ki, Oxford Universitetində bir qədər çətindir həmin məsələ. Çünki bizdən financial declaration istəyirlər, maliyyə bəyannaməsi. Qəbul cavablar belə deyək, qəbul olub olmadığınızdan bağlı cavab mail vasitəsilə sizə ən azından 2025-ci il 3 martda gəlmişdi, martın 19-u. Və martın 19-u gələndən sonra, aprelin səhv etmirəmsə, yəni belə deyək, 2-3 həftə sonra sizin hansı kollecə düşdüyünüz barədə məlumat verilir. Eynən belə deyək, eyni bir sistemdir. Oxford Universiteti sadəcə ad olaraq da, amma özü kolleclər toplusundan ibarətdir.
bizdə formada desə korpuslardan ibarətdir. Amma yəni korpuslar bildiyiniz, yəni bəzən neçə hektar ərazini tutan binalar kompleksi olur. Kollecdə təyin olunursunuz, özünüz də seçə bilirsiniz kollecinizi, amma Oxfordda yəni açıqlanmasa da belə bir qayda var ki, sizin belə deyək seçiminiz əsasən bakalavr olsanız nəzərə alınır. Magistr olanda daha çox random düşürlər. Çünki mənim məsəl üçün seçdiyim kollec fərqli idi. Mən tamamilə fərqli bir kollecə düşdüm. Hazırda Lady Margaret Hall kollecində təhsil alıram. Fun fact deyim ki, bizim kollecin müəyyən bir hissəsi hazırda Emma Watson tərəfindən maliyyələşdirilir. Və problem nədən ibarət idi? Çünki bizdə maliyyə bəyannaməsində nə göstərilirdi? Oxford Universitetində həm təhsil xərciniz, həm yaşam xərcləriniz. Oxford Universiteti sizə etibar eləmir qətiyyən. Ona görə əvvəlcədən istəyir ki, bank hesabınızda həmin bu xərcləri ümumi total məbləği, minimum o məbləğdə olan bir statement verəsiz. Məsəl üçün, məndə thresholdu belə qoymuşlar ki, 60-70 min pound arası. Mən məcbur həmin belə deyək məbləği bank hesabına qoymuşdum. Yəni özüm qarşılamaq deyəndə ki, o xərc əslində sizdən çıxmır, yenə öz bank hesabınızda qalır. Sadəcə sübut kimi göstərirsiniz. O da ki, sübutu göstərəndən sonra təzə həmin məbləği çıxarda bilər, sonra da problem yoxdur. Amma ən əsas yəni çətinliyindən biri budur. Yəni depozit istəmir, amma depozitin əvəzində 60-70 min pound hesabınızda göstərməyinizi istəyir. Dövlət proqramı ilə bağlı məsələdə deyərəm ki, yəni top bütün universitetlərə aid eləmirəm. Ən azından top 3-4-lükdə düşən universitetlərə qəbul alsanız, dövlət proqramı çox demək olar ki, onu problem eləmir. Yəni müsahibəniz həmişə yaxşı olur. Daha sonra buradakı akademik mühitlə bağlı desəm, çox ağırdır. İki sözlə ifadə eləsəm, çox ağırdır. Çünki eyni sistemdə əslində 4 fənn seçmək lazımdır. Mənim fənlərim korporativ maliyyə hüququdur, korporativ hüquqdur, biznes vergisidir, bir də rəqabət hüququdur. Amma belə deyək ki, bizdə də əslində belə deyək, hər bir seminar üzrə 3 term olur. 2 term seminar mühazirələri keçirilir. 3-cü term adətən tutorialslar olur. Tutorialslar nədir? Bizdə də sistem təxmini Cambridge-dən eynidir. Necədir? Məsəl üçün, bəzi fənlər üzrə ancaq imtahan vermək olur. Bəzi fənlər üzrə isə ancaq dissertasiya yazmaq lazımdır. Bəzi fənlər olur ki, həmin fənləri 2 fəndən əvəzləmək olur. Yəni 4 fən yox, 5 fən oxuya bilərsiniz. Amma o qədər də tövsiyə görünmür. Çünki vaxt baxımından çatdırmaq, yəni hətta qeyri-mümkünə bəzən yaxın olur. Ümumi fənlərlə bağlı belə necədir ki, hər bir seminar üzrə tələb olunmur ki, nə isə hazırlaşın, cavab verin, çünki qiymətləndirilmir. Hətta tutorialslar dediyim nədir? Tutorialslar məsəl üçün deyək ki, mənim seçdiyim bütün fənlər üzrə mən imtahan verməliyim. İmtahanlarsa iyunun axırı, iyulun əvvəli 2 həftə ərzində 4 fəndən imtahan verəcəm. Və tutorialsların məqsədi nədir? Əsasən sual qoyurlar, imtahana düşə biləcək tipli suallar, amma təbii ki, imtahan sualları sizə verilmir. Sadəcə onlara belə deyək, o formatda olan suallar qoyurlar və siz o sualları cavablandırmalısınız. Sonra müəllimlər yoxlayır və təxmini bilirsiniz ki, yəni o sual üzrə cavabınız imtahanda necə qiymətləndiriləcək, neçə bal olacaq. Təbii ki, tutorialslarda kitaba baxaraq, amma əsl imtahan vaxtı artıq close book olur deyə o imkan olmur. Qiymətləndirmə məsələsinə gəldikdə bizdə, yəni bizdə dediyim, yəni səhv etmirəmsə, əksər yerdə belədir ki, distinction ən yüksəkdir. Distinction üçün 2 fəndən, burada bunu deyim ki, qiymətləndirmə maksimum 100 olsa da, 80-dən yuxarı heç kimə qiymət vermirlər. Ümumiyyətlə 80 heç kəsə vermirlər. 70-dən yuxarı adətən hər bir kohort üzrə, nəinki hər bir kohort üzrə, həm BCL, həm MJOR, həm bizdə MLF var. Sırf maliyyə hüququ üzrə sırf ixtisaslaşanların seçdiyi magistrdir. O üçü biz üçümüz eyni vaxt imtahan veririk. Yəni MJOR ayrı, BCL ayrı, MLF ayrı vermirik. Hamı eyni vaxtda verir imtahanı. Və ümumi səhv etmirəmsə, cəmi kohortda 300-dən yuxarı şəxs olsa da 70 yuxarı hər fənn üzrə maksimum 4-5 nəfərə verirlər. Və distinction üçün 2 fənnimiz 70 yuxarı olmalıdır, 2 fənni isə 60 yuxarı olmalıdır.
Daha sonra ondan sonra Meritz gəlir. Meritzdə amma biraz vəziyyət fərqlidir ki, yəni 70 yuxarı, əsas odur ki, orada 60 yuxarı olsun. Yəni tutaq ki 70 yuxarı balınız yoxdur, 60 yuxarısı yenə Meritzə düşürsüz, sonra pəs olur. Pəsdən də sonra ümumiyyətlə keçməmək olur ki, o da arzu olunmur. Bundan başqa dissertasiya ilə bağlı hər hansı bir məlumat verə bilməyəsən, çünki mən özüm dissertasiyanı seçmədim. Dissertasiya özü də tövsiyə olunmur. Amma seçənlər var təbii ki. Rahatlıq baxımından ki, bəzi adamlar, bir də üçüncü növ fənlər var ki, nə imtahan verirsiniz, nə də dissertasiya yazırsınız. Həmin fənlərdə kifayət qədər var. Məsəl üçün, bu il üçün AI Law adlı bir fənn saldılar. Mən həmin fənni düzü seçmədim, amma məsəl üçün həmin fəndə 2 termü bitirdikdən sonra 3-cü term artıq belə deyək, 2 həftə ərzində sizə bir mövzu göndərirlər və həmin mövzu üzərində esse yazmaq lazımdır. 2 həftə vaxt qoyurlar ki, esse yazın. Bu əslində daha yaxşıdır. Çünki mənbələr əlinizin altında olur. Vaxt limitiniz yəni 3 saat deyil, 2 həftədir. Yəni o baxımdan daha praktikdir. Amma təəssüflər olsun ki, bəzən əgər sırf belə deyək, mənim кейsimdə öz istədiyim fənlər idi və məcbur artıq 4 imtahan vermək lazımdır. Fənlərin axırlar məsələsinə gəldikdə, bizdə məsələn düzdür, dediyim kimi hər hansı bir seminarlar üzrə assessment yoxdur. Amma assessment olmasa belə, hər seminar üçün, deyək ki, məsəl üçün, hər fənn üzrə seminar həftəlik keçir, yəni həftədə bir dəfə, amma o bir həftə aralığında bizə tövsiyə olunur. Tövsiyə olunur ki, yox, ki, imtahana düşəcək həmin mənbələrdən. Məsəl üçün, azca korporativ maliyyə hüququnu sizə misal göstərsəm, bir həftə ərzində, yəni 350-dən daha çox səhifəlik material var. Hələ кейsləri saymıram, bəziləri olur, neçə səhifələrdən ibarət olur ki, onların summary-lərini tapmalıyıq, yazmalıyıq. Amma deyərdim ki, ən axırı korporativ maliyyədir, çünki düzünü deyim, Azərbaycanda ümumiyyətlə bu sahə demək olar ki, yox səviyyəsindədir. Bura aiddir equity financing, debt financing, amma bir o qədər tövsiyə görmərəm, əgər daha yüngül keçməyini istəyirsinizsə bu periodun. Mənim məsəl üçün hər hansı bir sosial həyatım burada yoxdur. Amma elə fənlər var ki, məsəl üçün nümunə kimi göstərsəm, aralarında rəqabət hüququdur. Təbii ki, onun da öz çətinlikləri var, amma müqayisədə rəqabət hüququ daha çox case law üzərində qurulub deyə. Yəni doktrinanı qoyuruq bir qırağa, daha çox кейslər üzərində işləyirik. O baxımdan daha rahat gəlir. Bundan savayı Oxfordda olduğumuz müddətdə tamam sosial həyat məsələsinə toxunsaq, burada kifayət qədər həm öz kollecimizin, kollec həftəlik olaraq özü tədbirlər həyata keçirir və sadəcə səhv etmirəmsə illik subscription haqqı 20 pounddur. Amma yəni 20 pound ödəyəndən sonra, özü də avtomatik səhv etmirəmsə, 20 pound ödədikdən sonra artıq bütün tədbirlərdə iştirak edə bilirsiniz. Bəziləri ödənişli ola bilər. Bundan başqa bizdə Battles account deyilən bir sistem var. Bu nədən ibarətdir? Belə deyək, sizə universitet kartı veriləcək. Qəbul olsanız, deyək ki, gəldiniz Oxfordda. Amma universitet kartı tək, yəni həm sizin əslində bir növ bank kartı gedir. Nəyə görə? Çünki Oxfordun özünün Hogwarts style formal dinnerləri olur ki, ya formal olmasa da dinnerləri olur ki, orada iştirak edikdə həmin karta, həmin o universitet kartına məbləğ yüklənilir, onu biz Battles account, o biraz qarışıq məsələdir, amma bir müddətdən sonra özünüz adaptasiya ola bilirsiniz. Bundan başqa fi məsələsinə gəldikdə dövlət proqramının ödədiyi, dövlət proqramı ilə danışdıqdan sonra normalda siz görürsünüz sizin Battles accountunda tutaq ki, bura gələndən sonra görürsünüz ki, yazılır, məsəl üçün mənim illik haqqım 46.780 pound olmalı, səhv eləmirəmsə. Sistemdə görünəcək, amma dövlət proqramı ilə danışıqlar olub bitəndən sonra deyək ki, qarşılıqlı e-mail göndərdilər. Mən demişdim ki, məni siyə qoyun ki, özüm də izləyə bilim. Baxmayaraq ki, ödənilməyib deyəsən hələ, amma ən azından artıq sistemdən götürülür. Çünki belə deyək, governmental artıq bir məsələ olanda inanırlar. Bundan başqa mən özüm burada həm də MGOR Scholarship-ini qazanmışam. MGOR Scholarship-i səhv etmirəmsə bizim kohortda 3 nəfərə verilib.
10.000 pound bir vəsaitdir, merit-based scholarshipdir. Bizdə need-based scholarshiplər də var, amma demək olar ki, need-based scholarshipləri çox nadir hallarda verirlər. Plus need-based scholarshipi normalda deyək ki, əgər əvvəlcədən onlara məlumat versəz ki, dövlət proqramı adlı bir təqaüd proqramı var, need-based scholarship-ə demək olar ki, düşmək qeyri-mümkün olur. Amma merit-based scholarship nailiyyətlərə baxırlar və baxmayaraq ki, başqa bir scholarship qazanmısınız, merit-based scholarship-də sizə təqdim olunur. Təbii ki, sonra məsələn 10.000 pound əlavə mən qazanmışdım, amma onların təbii ki, öz bir şey var ki, 20.780 pounddan illik kəsəcəyik həmin məbləği. Məndə də Oxford üçün dövlət proqramı 1300 pound ayırır aylıq. 13.000 mənim proqramım 10 aydır. 13.000, 10.000 da oradan 23.000 edir deyə orada müəyyən bir hissəni kəsmişlər, amma ona görə kəsilsə belə yenə də müəyyən qədər yox. Əslində məsəl üçün mən hal-hazırda burada accommodation fee-dən azadam. Demək olar ki, hər bir şeyə elə həmin scholarship-dən ödənmişdim. Digər bütün məsələlər əslində yuxarı-aşağı eynidir. Universitet imtahanlarında mütləqdir ki, yenə formal tərzdə geyinəsiz. Oxford Universitetinin özünün sub-FASC adlandırdığı geyimləri olur. Mütləqdir ki, həmin geyimlər də gəlib imtahanda və müsbət cəhətlərdən biri budur ki, öz kompüterinizi götürürsünüz, imtahan zalları var, Exam Schools adlı bir bina var. Öz kompüterinizi götürüb həmin mərkəzə gedirsiniz. Orada Inspire adlı bir hardware var ki, yüklənilir və ondan sonra belə deyək, sizə öz kompüterinizdə işləyirsiniz, həm daha rahat olur, əliniz klaviatura öyrəşib, daha sürətli yaza bilirsiniz, həm də səhv etmirəmsə spelling check aktiv olunur, yəni belə deyək də, siz yazırsınız, 3 saat ərzində yazmaq lazımdır, hətta bir sual üçün, bəzi fənlər var ki, məsəl üçün, misal göstərdim, korporativ maliyyə hüququ. Hər bir sual üçün maksimum qeyd edirlər ki, 2000 sözdən ibarət olmalıdır. Təbii ki, yəni bir sual üçün 1000 üzəri söz yazmaq özü belə çətindir. Çünki yəni adi hesablama eləsək, bu o deməkdir ki, 1 dəqiqəyə 20 söz yazmaq, amma həmin imtahan vaxtı o biraz qeyri-mümkün. Amma yəni 2000 söz yazanlar var ki, artıq elə bir threshold qoyublar. O baxımdan öz kompüteriniz olacaq, o isə daha rahatdır. Məndən bu qədər, amma əgər hər hansı bir spesifik bir məsələ ilə bağlı sual varsa, cavablandıra da bilərəm. Bu arada Oxfordun özünün Azərbaycan community-si var. Yəni burada yaşayanlar, Azərbaycanlı olub burada hal-hazırda yaşayanlar, işləyənlər, yəni tələbə deyillər, faktiki olaraq rezidentdirlər. Onlar var, yəni bura gələndən sonra avtomatik olaraq onlarla da ünsiyyətə keçirsiniz. Sosial həyatınızın bir parçası ola bilərlər. Bir də bir məsələyə toxunum, club məsələsi. Oxfordun özünün belə deyək, sports klublar olur. Düz mən sports klublara qoşulmamışam, amma hal-hazırda özüm Oxford Fintech and Legal Tech Club'ın vice prezidentsiyəm. Yəni elə bir klublar olur, müraciət edirsiniz, baxırlar, qiymətləndirlər. O da əslində yaxşı bir şeydir, amma çalışın ki, özünüzü çox hissələrlə yormayın. Ən azından belə deyək də meritlə bitirmək istəyirsinizsə daha çox fokuslanın dərslərə. Bir də burada moot court imkanı var. Mən özüm 33-cü William Peace kommersiya arbitrajı müsabiqəsi üzrə böyük ehtimal, tam təsdiqləməmişəm mən, amma yəqin ki, böyük ehtimal Oxford Universitetinin komandasının qismində çıxış edəcəm həmin müsabiqədə. Yəni elə bir imkanlar da var ki, sizin əvvəlki moot court təcrübənizə baxırlar və qiymətləndirirlər ki, Oxford Universitetini təmsil edə bilərsiniz, yoxsa yox. Bu qədər. Riyad, çox təşəkkürlər. Bütün bu qəbul prosesi, təcrübələr, eyni zamanda Oxforddakı ilkin tələbə təəssüratlarını paylaşdın. Çox sağ olun Mürəbbə. Çox sağ ol Riyad, sən də bu lekçerin üçün. İlkin olaraq dövlət proqramı ilə bağlı biraz məlumat verəcəm. Çünki Samində Cambridge belə bir problem yaratmamış deyə elə bir sual yaranmadı, amma sizdə biraz ciddi yanaşdı bu məsələyə. Mən ilkin olaraq o pul məsələsini başa düşdüm. Bəs sən hələ də təhsil haqqın ödənilməyib. Bəs sən orada yaşam xərcini dövlət proqramı hal-hazırda qarşılayır, yoxsa Oxfordun öz verdiyi təqaüdlə bunu qarşılayırsan?
Yox, dövlət proqramı özünə təqaüd ayırır. Aylıq 1300 pound. Bundan əlavə Oxford Universitetindən də təqaüdüm var. Yəni hər ikisi bir yerdə, heç biri digərinə görə təqaüd gecikdirmir. Çox sağ ol. Bir də Saminə verdiyim sualı sənə də vermək istəyirəm burada. Bəs səncə Oxford nəyə görə səni seçib? Ən belə spesifik olaraq yadımı sayıb biz buna görə seçdik. Hər hansı bir spesifik bir məsələyə görə seçmirlər, kumulyativ olaraq qiymətləndirilir. Yəni baxmadıqları tək bir şey IELTS. Məsəl üçün mən özüm Oxfordda TOEFL-la müraciət etmişdim. IELTS TOEFL ümumiyyətlə heç bir şeyə təsir etmir. Sadəcə olaraq limitdir ki, o limiti keçməlisiniz ki, ondan sonra universitetin qəbul olub-olmama məsələsi müzakirə olunur. Amma belə niyə sualına cavab verdikdə, yəni bütün nüanslar kumulyativ dəyərləndirilir. Sizin bakalavr dövründəki nailiyyətləriniz, sizin mutkortlarınız, abortlarınız, honorslarınız varsa könüllülük təcrübəsinə ümumiyyətlə baxın. Könüllülük təcrübəsi necə? Məsəl üçün deyək ki, hər hansı bir pozisyonda olmusunuz, ELSA ola bilər, tələbə elmi cəmiyyəti ola bilər, yəni sırf hüquqla bağlı olanlara deyirəm. O ola bilər. İş təcrübəniz, mənim bura müraciət edəndə 2 il yarım iş təcrübəm var idi. 1 il yarım bankda işləmişdim. Əvvəl vəkil bürosunda, sonra tabako şirkətində. Bu faktorlara ümumilikdə baxırlar və ondan sonra qərar verirlər. Yəni deyim ki, sırf bir məsələni seçirlər, ona əsasən qiymətləndirirlər. Yox, elə deyil. Çox sağ ol Rüyət məlumat üçün. Mən sual vermək istəyirdim. Ayrıqca yoldaşlardan verən. Bu 5000 simvol səhv etmirəmsə, Samin də düzdür. Bəs Oxfordda bu limit nə qədərdir? Əsas nələri vurğulamaq lazımdır? Yəni Cambridge-dəkindən isti olaraq məsəl fərqlənir, yoxsa öz demişdim formaldır bir qədər onlar üçün, amma yenə də istər-istəməz bəlkə də başqalar, yəni iki rəqib namizəd arasında təsir edir deyə düşündüm. Ümumiyyətlə səhv etmirəmsə 300 sözdür limit. Yəni 5000 simvol bilmirəm, simvoldumu, o hissəni məncə rahat tapmaq olar. Amma yəni belə deyək. Mən özüm məsəl üçün bir növ history kimi yazmışdım. Necə deyim? CV-mi bir növ nağıl formasına gətirib yazmışdım. Yəni keçdiyim yolu və 300 söz idi. Səhv etmirəmsə maksimum 300 söz yazmaq olardı. Yəni normalda o qədər böyük də tələb olunmur. Sadəcə çox kiçik. Nə yazmaq lazım olanda da, məsəl üçün mənim başqa universitetlərə müraciətim olanda, sırf bilirəm ki, personal statement-ə baxarlar. Onu daha kreativ edirdim. Amma burada inanın ki, yəni özdə mən Oxford-a müraciətimi deadline-dan 2 gün əvvəl başlamışdım. Və ona görə hətta personal statement-ə səhv eləmirəmsə, yəni 15-20 dəqiqə vaxt sərf etmişdim. Çünki bilirdim ki, ümumiyyətlə baxmayacaqlar. Yəni ona görə üstünə düşməmək heç lazımdır. Sadəcə olaraq, formal olaraq niyə universiteti istəyirsən sualına cavabını, nələri eləmişəm, indi sadəcə elədiklərimi daha da advanced səviyyəyə çatdırmaq istəyirəm. Ona görə məncə belə olsa daha yaxşı olar. Ən azından məndə belə idi. Anladım. Çox maraqlı olubdu. Mən özüm də bir dənə yəni müraciət edəndə orada 600-700 söz arası motivasiya istəmişdilər. O müraciətdən əvvəlki gün bütün gün oturub yazmışdım. Riyad, təcrübənin çox dəyərlidir. Həm bakalavr dövründə, həm magistrda qeyd elədiklərin. İnşallah Westcombe komandasına seçilər və ikinci təcrübəni yaşayarsan. Başqa sual yoxdursa, Riyada yenə təşəkkür edərək sözü okeanın digər tərəfindən Şahid Məhrəmliyə vermək istəyirəm. Şahid Kaliforniya Berkeley Universitetində oxuyur. Ona mən birinci başlayayım bu əsak məsələsindən hər şeydən əvvəl. Çünki burada hara müraciət eləsəz bu yəni keçməli olduğumuz bir mərhələdir. İlk olaraq burada hesab yaratmaq lazımdır. Bu slaydın linki qoymuşam, sonra sizə göndərərəm, istəsəz iştirakçılara göndərərsiniz. Hesab yaratmaq lazımdır. Hesab yaradandan sonra bura əvvəlki təhsiliniz haqqında məlumatları daxil etmək lazımdır. Sonra həmin təhsili daxil edəndən sonra təhsil haqqında məlumatları onları da hardan daxil edəcəksiniz. Burada daxil olursunuz. Burada credentials bölməsi var. Oradan transkripti seçirsiniz. Buradan daxil olub sonra bunları doldurursunuz. Bu hissədə bütün məlumatlar var sizin universitet bakalavr təhsilinizlə bağlı. Buradan sonra bir sıra xidmətlər var. Deməli xidmətlər bunlardan ibarətdir. Bunların xidmətləridir. Bunları almaq lazımdır.
Açıq bu üçüncü gördüyünüz $156 USD olan şey optionaldır. Amma ki yəni biz almışdıq. Bilmirəm indi nə dərəcədə almaq lazımdır. Ala bilərsiniz. Bunları hamısını alandan sonra burada transkript bölməsində həmin bu məlumatları doldurduğunuz yerdən aşağıda belə bir şey görünür. Transcript records form. Onu yükləmək lazımdır. Bu ümumiyyətlə ELSAC-ın hesab yaradılması ilə bağlı olan hissələrdir, bir də məlumatların daxil olması ilə bağlı. Bu ELSAC nə üçündür? ELSAC o üçündür ki, Amerika dilinin hansı hüquq üzrə universitetə müraciət eləsəz, ELSAC sizin sənədlərinizi o universitetə yönləndirir, bir də o sənədlərin biraz autentikliyini yoxlayır. Deməli, burada qeydətdən keçib bir request formu alırsınız. Sonra universitetdən sizə lazımdır arayış əldə eləmək ki, universitetdə oxuyursunuz, transkriptinizi əldə eləmək, bunları tərcümə təsdiq elətdirmək. Sonra götürürsünüz bu transkripti, arayışdır, TRF-dir, bunların hamısını aparırsınız universitetin hansı şöbəsinə, hansı ki bu işə baxır. Orada TRF-in üstündə bir dənə bölmə olur ki, onun üstündə universitetdən kimsə contact person əlaqə məlumatlarını doldurmalıdır. Həmin məlumatları doldurulur. Sonra hamısını bir yerdə bir dənə zərfin içinə qoyursunuz. Yəni bu zərf universitetin zərfi olur, ya da orada qoydurturursunuz. Sonra həmin zərfi möhürləyirlər. Bizdə bilmirəm, Bakıda 5-6 yerdən möhürləyirlər. İndi hal-hazırda vəziyyəti bilmirəm. Sonra sənədləri hamısını poçt vasitəsilə göndərmək lazımdır həmin bu ELSAC-ın adresinə. Universitetə yox, sırf bu ELSAC-ın adresinə. Hansı ki, TRF-in üstündə görünür o adresdə. Poçtdan da bizdən göndərmək biraz bəzən ilişə bilir. Ona görə də yaxşı olar ki, biraz təcili göndəriş kimi göndərəsiniz. Adi göndəriş səhv eləmirəmsə hardasa 10-11 manatdır, amma təcili göndəriş 70 manat kimi bir şeydir. Sənədləri göndərməli olduğunuz tarix universitetin deadline tarixi ilə eyni vaxtdır, yəni 18 dekabrdır. Düzdür, məsələn, başqa universitetə müraciət edirsinizsə, məsələn, Harvard falan, onda hardasa dekabrın 2-sinə kimi göndərməlisiniz. Zərfi poçta aparanda, deməli poçta zərfi qoyacaqlar bir dənə paketin içinə. Bilmirəm, səhv, yəqin ki, adada da hər halda universitet özü göndərməz, onu sizə verər ki, aparın özünüz göndərin. Poçta onu bir dənə paketə qoyurlar. O paketdə yazılır ki, kim tərəfindən göndərilir, hara göndərilir, ELSAC-ın adresi yazılır və kim tərəfindən göndərilir yerinə özünüzü yaza bilməzsiniz. Universitetin rekvizitlərini yazmalısınız ki, sənəd universitetdən gəlmiş kimi görünməlidir. Bu sırf yəni ELSAC bir də ki, sənədləri göndərməklə bağlı olan işləri bütün ABŞ universitetləri üçün keçərlidir hüquq üzrə. Sonra gəliş universitet haqqında danışım biraz, sonra keçəcəm. Yox, birinci universitetin müraciətdən danışım. Universitetlərin müraciətlərdə deməli sizdən tələb olunur ki, orada müraciət anketini doldurasınız. Müraciət anketinə hardan girirsiniz? O da yine ELSAC-ın saytından olur. Sayta girirsiniz. Saytda burada apply hissəsi var. Apply hissəsinə girirsiniz. Oradan seçirsiniz Search Law Schools var. Oradan seçib add edirsiniz. Hansı universiteti istəyirsiniz, istəyir Berkeley olsun, istəyir Stanford ya Harvard olsun. Onu seçəndən sonra başlayırsınız orada apply eləməyə. Apply eləyəndə elə apply basanda, application prosesi basanda gəlir avtomatik bir dənə müraciət anketi. Orada da sizin şəxsi məlumatlarınızı soruşur. Kimsiz, nəçisiz, e-mailiniz, nömrəniz, adresiniz, biraz belə optional formada etnik və s. belə şeylər soruşa bilir. Belə, bundan sonra gəlir nə? Həmin o müraciəti doldurmalısınız. O müraciəti doldurandan sonra həmin o müraciətin içində upload edilmək üçün yerlər olur. Ora upload edilməlisiniz siz CV-nizi, bir dənə personal statement upload etməlisiniz. Bundan sonra ən azı 2 dənə tövsiyə məktubu almalısınız. Bu tövsiyə məktubunu ola bilər ki, ya işlədiyiniz, təcrübədə olduğunuz yerdən alırsınız, ya da ki, müəllimlərdən də ala bilərsiniz. İndi saytda qeyd olunur ki, ən azı birinin müəllimlərdən olması arzu olunandır, amma yəni qəti formada hamısı müəllimlərdən olmalı da deyil. Yəni necə istəsiniz eləyə bilərsiniz. Bir də IELTS lazımdır, minimum 7. Yəni section tələbi yoxdur. Sectionda 6.5 də ola bilər, hansısa TOEFL-yə əsasən writing-də olur bəzilərində. Bir də ki, müraciət haqqını ödəməlisiniz. O da hardasa burada $70-80 kimi bir şeydir. Üstə gəlinsin bir də ELSAC-ın universitetlər üzrə deməli həmin o sizin sənədləri qəbul edəndən sonra ELSAC həmin sənədləri universitetə yönləndirmək üçün sizdən də ayrıca pul tələb edir. O da hardasa belə $40 filandır. Ümumilikdə hardasa sırf universitetə müraciət hissəsi $120 filan başa gəlir.
ELSAQ-ın öz xərcləri də hardasa $150-260 falan, ümumilikdə bir $400 hansı təkcə bir universitetə müraciət etsəz xərciniz çıxar. Sonra tövsiyə məktublarını daxil etmək üçün tövsiyə məktublarını bura daxil eləmirsiniz, yəni bu müraciət anketinə daxil eləmirsiniz. Onun üçün onu müəllimlər eləməlidir. Müəllimlərin eləməsi üçün də siz birinci girirsiniz ELSAQ-a, yəni həmin o credentials bölməsinə, bayaq göstərdiyim, oradan letters of recommendation-a girirsiniz, sonra add recommender seçirsiniz oradan. Bura daxil edirsiniz müəllimin məlumatlarını ki, ya da ki, şəxsin hansısa sizin başa düşürsünüz və s. Məlumatlarını daxil edirsiniz, e-mail də daxil edirsiniz, sonra ELSAQ həmin şəxsə e-mail göndərir. Sonra həmin şəxs e-mail gələndən sonra ya ondan əvvəl də ola bilər, fərqi yoxdur. Yəni məncə əvvəl eləsəz məsələn daha yaxşı olar, amma yəni sonra da eləməyində fərqi yoxdur. Həmin şəxsə burada bir hesab açılmalıdır. ELSAQ tərəfindən, ELSAQ Applicant References saytında hesab açılmalı olar ki, onlar o faylı upload edə bilsin. Orada hesabı açır həmin şəxs, onun məlumatlarını daxil edirsiniz, yenə kimdir, nəçidir, statusu nədir, sizlə əlaqəsi nədir. Ondan sonra həmin şəxs həm bu maillə göndərilmiş linkə daxil olur. Linkə daxil olub burada rekomendasiya məktubunu təqdim edir. Həmin məktublar da dekabrın 18-nə qədər təqdim olunmalıdır, amma məncə lap belə ciddi requirement deyil. Məncə daha sonra eləmək olar. Ki, məncə keçən daha sonra edilənlər var idi. Biri waitlistdə idi, sonradan düz waitlistdən çıxdı, qəbul oldu, amma yəni olur deyəsən. Bundan sonra gəlir sırf universitet haqqında danışası olsam, bu sırf müraciət hissəsi idi. Universitetin ən çox ixtisaslaşdığı sahələr texnologiya hüququdur, biznes hüququdur, ətraf mühit hüququdur, bir də ki, əqli mülkiyyət hüququdur. Bunlardan niyə daha çox burada Silikon vadisinə yaxındır deyə istər-istəməz müəllimlər burada işləyirlər, fərqli hüquq şirkətlərində, buradakı bütün böyük şirkətlər buradadır demək olar ki, hamısı Delaware-də qeydiyyatdan keçir, amma burada fəaliyyət göstərilir. Ona görə yeri gəlsə onların işlərini görmək üçün həm bu hüquq şirkətlərinin nümayəndələrinə ehtiyac olur. Ona görə də belə deyək, sırf bu sahələrin sırf bu sahə üzrə çalışan şəxslər burada olurlar deyə elə bu universitetdə ya da ki, Stanfordda dərs deyirlər. Ona görə də hər iki universitet həm əqli mülkiyyəti, texnologiya, biznes hüququ üzrə məşhurdur. Yəni məsələn məncə mənə qalsa bu da insan hüquqları falan üzrə çox elə bir gələcək universitet deyil. Biz ondan da o sahə üzrə də yaxşı müəllimlər var, amma yenə də daha çox bu sahələr üzrə məşhurdur. Belə rankinglərə baxa bilərsiniz. Sırf hüquq üzrə rankinglərdir. Times-da 6-cıdır, QS-də 7-cidir, Şanxayda 10-cudur. Düzdür, rankinglər bu qədər yəni etimad olunacaq bir şeylər deyil, çünki hər şey hüququn sahəsindən asılıdır. Ona qalsa yəni tax law-da Florida daha yaxşı universitetdir, nəinki belə ən obyektivi belə baxanda Şanxayda nisbətən, ondan sonra Times-dir, ən belə subyektiv olan QS rankingdir, çünki biraz reputasiyaya çox əsaslanır. Buradan ümumiyyətlə meyarlardan özünüzə uyğun olanı seçə bilərsiniz ki, məsələn, tutaq ki, universiteti seçirsiniz, baxırsınız ki, məsələn, sizə teaching lazımdır, yəni teaching ən yaxşı hardadır, məsələn, Stanforddadır, ondan sonra hardadır, məsələn, Harvarddadır, sonra Berkeley'dadır, belə. Yəni arzunuza uyğun olan, yəni siz nə etmək istəyirsiniz magistrda, ona uyğun burada meyarlardan müəyyən edə bilərsiniz, müraciət etmək istədiyiniz universiteti. Universitetin özünün akademik mühitinə gələndə ki, həm beynəlxalq fənləri seçməyə imkan verilir, həm də sırf Amerika üçün spesifik fənləri seçməyə imkan verilir. Səsim eşidilir də, düzdür mənim burada birdən səsim gəlməz. Aha, gəlir, narahat olma. Sonra hər semestr ümumilikdə ən azı 10 fən, daha doğrusu ən azı 10 kredit, ən çox 16 kredit seçə bilərsiniz. 16 kredit seçəndə biraz işiniz çox olur. Seçdiyiniz fənlər arası 4, 3, 2, 1 kreditli fənlər olur. Burada deyəsən 5 kreditli fənlər də var. 400 kreditli fənlər daha ağır olur, 2 kreditli fənlər nisbətən daha yüngül olur. Hamının burada keçməli olduğu 2 fən var. Bütün magistrların biri ABŞ hüququnun əsaslarıdır və də hüquqi tədqiqat və yazıdır. O da niyə? Çünki bu ABŞ-da bar keçmək üçün, yəni vəkilliyə qəbul olmaq üçün, imtahan keçmək üçün ABŞ-da bir dərəcə olması tələb olunur. LLM də ola bilər, bakalavr da ola bilər, yoxsa başqa cür gəlib burada vəkil olmaq mümkün deyil. Həm barı keçmək üçün də imtahanlarda imtahan olur və imtahanda tutaq ki, məsələn, New York barı keçəndə hər
hər biri hardasa yarım saat olmaqla 5 ya da 6 esse, Kaliforniya bar imtahanında da hər biri hardasa 1 saat olmaqla 5 esse yazmaq lazımdır ardıcıl formada. Və esselərdə ümumiyyətlə buna görə də bunlar hüquqi tədqiqat və yazı keçirlər və daha bu hüquqi keçirlər. Çünki bura gələn əksər adam ABŞ-da işləmək üçün gəlir və bunları bilməyə məcburidir. Həm barı keçmək üçün faydalıdır. Ona görə də bu iki fən hamı üçün məcburidir. Yəni seçsəz seçməlisiniz. Başqa çarəniz yoxdur. Ümumilikdə bunlar da hardasa 3-2 deyəsən 5 kredit edir səhv etmirəmsə. Dərslərin formatına gələndə dərslər daha çox belə diskussiya formasında keçir. Adada da səhv etmirəmsə elə Sokratik metodda işlədirsiniz. Yəni normalda oxunacaq şeylər əvvəlcədən yükləyirlər, silabusda yazılır, nələr oxumalısınız əvvəldən, hər dərsi onları oxuyub gəlmək lazımdır. Əgər gəlməsəz, demək olar ki, dərsi başa düşə bilmirsiniz, belə fransız qalırsınız. Bəzi müəllimlər məcburi formada məsələn kim nəsə tələb edə bilər ki, məsələn sən danış, müəyyən qədər danış deyəndə nə isə danışmağı tələb eləmir, sadəcə olaraq sual verirlər, deyirlər ki, məsələn də cavab ver. Bəzi müəllimlər onu könüllü formatda həyata keçirir, bəziləri sadəcə olaraq belə rəqəmlər paylayır, məsələn hər dəfə könüllü formada, yəni random formada daha doğrusu seçir rəqəmləri, hər filan kəsə düşür bu suala cavab ver. Yəni dərsdən suallar olur, onlarda ki, tutaq ki, məsələn fundamentalsa case'ləri keçirsiniz burada. Birincisi məsələn bizdə şeydir. Burada ya konstitusiya hüququdur ya da ki bizdəki direktiv hüququna dair məsələləri keçirsiniz. Orada məsələn case'lər var. Case'i keçmişsiniz tutaq ki dərsdə. Məsələn onu soruşur ki, bir nəfərdən case'dəki işi nə idi? O birisindən soruşur ki, bu case'də məhkəmənin holdingi nə idi? O birisində deyəcək ki, reasoningi nə idi? Belə yəni suallar məsələn bu formatda ola bilər. Ya da məsələn məhkəmə niyə belə qərar verdi? Bu barədə sənin fikrin nədir? Belə şeylər soruşa bilirlər. Bir də burada dərslərə gələndə dərsləri fərqli formalarda ola bilər. Bəziləri ola bilər ki, sırf simulyasiya fənnindən olsun. Məsələn burada seçə bilərsiniz business negotiations fənlərini, yəni negotiation transaction agreements fənlərini seçə bilərsiniz. Burada ucu hər dərsdə hansısa bir qrupun məcburiyyəti olur ki, gəlsin negotiate eləsin. Əvvəlcədən məsələn müqaviləni göndərirlər. Müqavilə tutaq ki, məsələn məndə business negotiations'dır, sırf M&A üzrədir. M&A üzrə olan müqavilələrdir. Birinci dəfəsi məsələn NDA idi, non-disclosure agreement, sonra məsələn M&A term sheet idi, sonra məsələn purchase agreement idi. Əvvəlcədən formatı göndərirlər, siz markup edirsiniz, sonra qarşı tərəf qrupda olan şəxs markup edir. Onu sonra dərsdə gəlib negotiate edirsiniz. Burada məsələn bu ikinci dərsdə Stanforddan bir yerdə keçirlər. Onu 6-cı gün gedirlər DLA Piper ofisinə, orada Stanforddan uşaqları ilə negotiate edirlər. Belə yəni bu tipli fənləri seçə bilərsiniz. Əgər bu tipli fənləri seçirsinizsə, bu simulyasiya fənlərini axırda imtahanınız olmur. Sadəcə olaraq il boyu göstərdiyiniz performansa, yəni il boyu həmin o markupları necə yaxşı eləmisiniz, o barədə verilən qiymətlər əsasında qiymət verilir. Ümumiyyətlə burada fənləri seçəndə çalışın ki, əvvəlcədən müəyyən qədər məlumatınız olan fənlər olsun. Məsələn, biznes hüququdur, texnologiya hüququdur da açıq burada çox inkişaf eləmiş məsələlər var. Məsələn, adicə M&A-də burada o qədər məsələ var ki, Azərbaycanda heç, yəni onun çox kiçik bir hissəsi belə yoxdur. Ona görə də bəzi anlayışları başa düşmək çətin ola bilər, proseslər necə gedir, onu başa düşmək çətin ola bilər. Ona görə yaxşı olar ki, əvvəlcədən müəyyən qədər fəndən anlayışınız olsun, sonra o fənni seçəsiniz. Bir də müəllimlər burada daha çox belə akademik yox, practitioner olur. Yəni necə? Tutaq ki, məsələn də burada yəni ümumiyyətlə buranı oxuyub belə deyək də, Beynəlxalq Ədalət Məhkəməsində hakim olmağınız o qədər dava batan deyil. Yəni daha çox gedib hansısa bir law firmdə şey ola bilərsiniz, partnyor ola bilərsiniz, yəni senior associate ola bilərsiniz. Təbii ki, müəyyən səviyyədən sonra əvvəlcə junior kimi başlayırsınız. Belə yəni burada daha çox hardasa law firmlər üçün tələbələri yetişdirir, nəinki belə akademik. Ona görə də müəllimlər də daha çox practitionerlərdir. Orada sizə daha çox belə tutaq ki, mülki hüququn fəlsəfi falan əsasları belə şeylər keçən yoxdur burada. Sırf praktiki məsələlər keçirilir. Belə imtahanlara gəlincə, imtahanlar fənlərdən asılı ola bilər. Bəzi imtahanlar ola bilər ki, sinifdə closed book olsun, bir də müəllimlərdən asılı ola bilər, o müəllimlərin siyasətindən asılı ola bilər. Ya da ki, sinifdə open book ola bilər, yaxud da ki, evdə ola bilər. Yəni hər bir halda bunlar hamısı kompüterdən olur ki, kompüterə proqram var, onu yüklüyorsunuz, o sizin başqa hər şeyə girişinizi bloklayır. Sadəcə olaraq imtahanı yazmağa başlayırsınız orada. Belə. Sonra yəni məzun olduqdan sonra New York və Kaliforniyada vəkilliyə qəbul oluna bilərsiniz. Bunu artıq dedim. Akademik bundan başqa nə ola bilər? Jurnallara, hüquq cəmiyyətlərinə, pro bono layihələrə, quruluşlara, bir də ki, müsabiqələrə qoşula bilərsiniz. Açığı müsabiqələrə qoşulmağınız çox məsləhət edir. Çünki
dəhşətli vaxt aparır və yəni dərsdən demək olar ki, çatdırmaq olmur. Pro bonoya qoşulmanız yaxşıdır, çünki gələcəkdə Amerikada bar imtahanını verib, ondan sonra burada praktika eləmək istəyirsən, nə vaxtsa tutaq ki, 10 il sonra sizdən New Yorkda məsələn 50 saat pro bono fəaliyyəti tələb olunur. O da sırf burada olmalıdır. Belə. Bundan başqa hüquqi cəmiyyətləri dedim, International Law Society var, nə bilim, sonra biznes hüquqi cəmiyyəti var, texnologiya hüququ var, bir də jurnallar var, orada editor ola bilərsiniz, board member ola bilərsiniz və s. Bu oldu akademik mühit. Bundan başqa gəlsəm sosial həyata. Sosial həyat açıq çox bir sosial həyat yaşaya bilməmişəm, amma belə deyim, burada ən çox universitetdə çoxlu eventlər olur, gələ bilərsiniz o heç. Demək olar ki, hər gün günorta burada elə old school eventlər olur. Hardasa həftənin ilk 3-4 gün olur, çünki universitetin ən aktiv olduğu günlər bunlar da həftənin 5 hardasa universitet işləmir kimi bir şeydir. Demək olar ki, heç kimin dərs olmur. Belə bu eventlərə gedə bilərsiniz. Sonra başqa eventlər olur, belə klublar olur ki, nə bilim belə qəribə klublarda, idman klubları və s. Onlara gedə bilərsiniz. İdman zalı hamı üçün pulsuzdur, tələbələr üçün. Sonra nəqliyyat tələbələr üçün pulsuzdur. Nəqliyyat dediyim sadəcə olaraq avtobusdur, qatarlardır, bərələr də səhv eləmirəmsə. Bir də burada Bay Area Rapid Transit adında bir metro sistemi kimi bir şey var. Şəhərlər arası gedib gələ bilirsiniz. San Francisco'dur, Palo Alto'dur və s. Yəni o da pulsuzdur. Ümumilikdə burada Azərbaycanda, Los Angelesdə Azərbaycanın konsulluğu var. Həmin konsulluq arada bir eventlər keçirə bilir. Biri burada Azərbaycanlılar var. Sırf universitetdə də var. Məsələn, əvvəldən gəlib burada green cardla yaşayanlar var. Burada bakalavr oxuyanlar var. DP ilə gələnlər var. Şəhərdə də ümumiyyətlə Azərbaycanlılar var. Bir də ki, ümumiyyətlə bu Körfəz ərazisində açıq işləyən, yaşayan Azərbaycanlılar çoxdur. Metada işləyənlər var, Google-da işləyənlər var. Onlar məsələn arada eventlər təşkil edə bilirlər. Məsələn, biri olmuşdu, burada oktyabrın 18-i olmuşdu, sentyabrda biri olmuşdu. Oraya gedirsiniz, çoxlu Azərbaycanlılara ya Cənubi Azərbaycanlıları görə bilərsiniz. Konsulluq özü də gəlir, iştirak edir ya da kömək göstərir müəyyən qədər. Yəni ümumiyyətlə adamlar da çox, burada yaşayanlar da çox friendlidir. Yəni hər şeydə kömək göstərməyə hazırdırlar lazım gəlsə. Belə kohortda ümumiyyətlə xaricilərlə münasibəti gələndə də ki, ən çox açığı 200 neçə nəfər var. Onun 80 neçə nəfəri Çinlidir. 25-i Yapondur, 10 neçəsi Hindistanlıdır belə. Əslində xaricilər çoxdur. Daha doğrusu bəzi sırf ölkələrdən olanlar üstünlük təşkil edir. Yəni hamısından, onlar da hamısı çox friendly adamlardır, rahat ünsiyyət qura bilirsiniz. Yaş fərqləri çox ola bilir. Çoxunun 30 neçə yaşı var, partnyor olanlar var, Denton'da falan və s. Normalda eləmi daha çox belə işləyib gəlmək üstünlüyü verilir deyə həmin adamlar da belə gəlirlər. Yəni bizim kimi birbaşa bakalavrdan gəlmirlər. Açıq elə daha yaxşıdır, çünki daha yaxşı öyrənmə imkanları olur. Həm də burada məsələn onlara edənlərə çox imkanlar yaradılır əslində. Sırf law firmlərdə məsələn e-maillər gələ bilir ki, məsələn sırf magistrları biz işə götürmək istəyirik. Müəyyən tarixə qədər müraciət eləyin. Tutaq ki, özdə yaxşı law firmlərdən gələ bilər və s. gələ bilər. Avropa ofislərinə ya da buradakı ofislərinə. İndi sadəcə olaraq biz həm qayıtmalıyıq, onsuz da həm də ki, biraz buradakilərlə rəqabət aparmaq müəyyən qədər çətindir backgroundlarına görə. Ona görə açıq olaraq bizim bir o qədər işimizə yaramır, amma yəni elə imkanlar da yaradılır burada işləmək üçün də. Yəni belə incə. Sonra dediyim kimi gəzməyə gedə bilərsiniz. Burada boş vaxtlarınızda San Franciscoya və s. çox yaxındasınız, hardasa yarım saat, 40 dəqiqəlik yoldur həmin o part dediyim nəqliyyatla. Ya Stanford'a gedə bilərsiniz, Palo Alto'ya gedə bilərsiniz, şirkətlərə gedib gəzə bilərsiniz, Google-da və s. Həmin şəhərlərdə də, hansı ki bu Körfəz ərazisindədir, həmin şəhərlərdə də nəqliyyat pulsuzdur. Ümumiyyətlə bu Körfəz ərazisində bizdə keçən bir Clipper card verirlər. Onu avtobuslara və s. rahat istifadə edə bilirsiniz, pulsuz formada gedib gələ bilirsiniz arası bu Körfəz ərazisində. Yəni belə məncə bacarırsa çox şey əhatə etməyə çalışdım. Nəsə qalsa istəyirsiniz, sual verin. İndi barədə danışın. Şahid çox sağ ol. Həqiqətən bu qəbuldakı yasaq sistemi, yəni Oxfordda, Cambridgedə gördüyüm qədər belə bir şey yox idi. Bu belə mürəkkəb idi və sağ olasın, aydın izah verdin. Həm də universitetin həm tədris planı və tələbə həyatı ilə bağlı. Yoldaşlarım sualları olan varsa zəhmət olmasa əllərini qaldırardılar. İndi Şahid də bu gün Amerikada təhsil alanlardan, yəni
Daha doğrusu 2 tələbəmiz Böyük Britaniyadan, Şahid Amerikadan. Yəni özünüz də yəqin ki, hər birinin təqdimatından müəyyən fərqləri sezə bildiniz. Əl qaldıranlardan Yusif bəyə söz vermək istəyirəm. Buyurun. Salam uşaqlar. Mən LinkedIn-də gördüm dəvəti və qoşuldum. Mən hüquqşünasam. Mən indi qarşıma məqsəd qoymaq istəyirəm və bu sualı Britaniyada oxuyan uşaqlara aid eləmək istəyirəm. Mən IELTS aldım. Mən tutaq ki, maliyyə tapdım, təqaüd. İndi bu teoretik suallardır. Tapacağam, tapmayacağam. Bu yəni bir rəqabət böyükdür. Mən orada nə oxusam, Britaniyada qala bilərəm. Hansı istiqamətdə getsəm, hansı istiqamətdə oxusam mənə faydalı olar. Mən yəni bu haqda indi mövzunun içindəsiniz də, Britaniyada olmusunuz, görmüsünüz. Nə oxumaq perspektivlidir, realdır. Düşünürəm ki, ümumiyyətlə siz korporativ hüquq sahəsinə gəlsəz, biznes, korporativ, burada daha çox iş taparsınız. Çünki burada law firmlər çoxdur və əgər özünüzü burada ixtisaslaşdırırsanız və müəyyən traineeshiplər və s. qoşulsanız, iş tapmaq daha asan ola bilər. Digər sahələrdə iş imkanları daha azdır. Amma bu korporativ hüququn özünə belə iş tapmaq çox rəqabətçilidir. Çünki ən əsas maneə burada adam ümumiyyətlə istənilən ölkədə, lap Amerikada, İngiltərədə bakalavr Azərbaycanda oxumuşuq deyə bu böyük belə maneədir. Amma mümkündür ki, korporativ hüquq sahəsində Aydındır, aydındır. Bəs universitetin özündə qalmaq nə qədər realdır? PhD kimi və s. O mümkündür. Əgər funding varsa, ya universitetin təqaüdünü qazanmısınızsa və yaxud da ki, dövlət proqramından qalmısınızsa, PhD olaraq davam etmək mümkündür. Çox sağ olun. Buyurun. Çox sağ olun. Təşəkkür edirəm. Bir məsələni də vurğulayım ki, İngiltərədə işləyə bilmək üçün solicitor, yəni qualified lawyer olmaq lazımdır. Bu bizim bildiyimiz vəkillikdən fərqlidir. Yəni bizdə bakalavr bitirəndən sonra hüquqşünas statusunu alırlar, amma burada fərq eləmir hansı pilləni bitirirsə bitirin. Solicitor üçün SQ imtahanları var, onu vermək lazımdır ki, ondan sonra qualified lawyer olub işləmək lazımdır. Bir də o məsələni toxunum ki, düzdür, Azərbaycanda oxumuşuq bakalavr, amma bu heç bir şeyə maneə deyil. Çünki hal-hazırda buradakı bütün əksər beynəlxalq hüquq şirkətləri xaricdən gələnlərə üstünlük verirlər nə baxımdan? Networking baxımından. Çünki onların tək bir yerdə ofisi olmur. Yəni Hong Kongda, Singapurda fərqli yerlər var. Hətta bir məsələni də deyim ki, hal-hazırda yəni dünyanın top bir law firmi var ki, partneri hal-hazırda yəni bir sahə üzrə partneri Azərbaycanlıdır. Çox sağ olun. Təşəkkür edirəm. Təşəkkür edirəm. Çox sağ olun. Yusuf bəyə maraqlı sual üçün çox təşəkkür edirik. Günay xanım, buyurun sizə sualınızı verin. Çox sağ olun, təşəkkür edirəm. Şahid bəy, sizə də təşəkkürümüzü bildirirəm. Bir dənə sualım, 2 dənə sualım olacaqdı. Birincisi, o sənədləri göndərilməsi ilə bağlı. Məsəl üçün, mən keçən il əslində müraciət eləmişdim. Onlar mənə sənədlərimin universitet tərəfindən ştamplanaraq göndərilmədiyi istiqamətində bir cavab verdilər. Təəssüf ki, mən zəruri IELTS balını toplamamışdım deyə daha onlarla əlavə söhbətlər, yəni yazışmalar aparmadım. Yəni burada cavabda 2 dənə hissəyə fokuslanmışlar. Birincisi universitet göndərməmişdi, ikincisi ştamplanaraq göndərilməmişdi. İndi siz deyəndə mən ehtimal elədim ki, bəlkə də poçta verəndə orada diqqətçil olmamışam. Onlar mənə deyirdilər ki, qeyd eləməmişlər ki, sənədləri sonradan göndərmək olarmı? Yəni sənədlərdə hər hansı səhvlik olanda deadline keçsə belə yenidən şərait yaradırlarmı toplayıb yenidən göndərməyə? Belə bir şeyin şahidi olmamısınız təcrübənizdə? Çox düşünmürəm elə olsun, çünki yəni göndərmə məsələləri onsuz da müəyyən qədər vaxt alır. Və yanvar ayından hardasa başlayırlar müraciətləri dəyərləndirməyə, bir-bir hamının sənədlərini universitetə yönləndirməyə. Yəni ona görə açıq düşünmürəm ki, transkripti falan dekabr 18-dən sonra gecikdirsəz müraciət edə bilərsiniz. Yox, dekabr 18-nə qədər ilk dəfə göndərmiş oluruq. O heç göndərdi. Amma sənədlərimizdə hər hansı çatışmazlıq ya da səhvlik olanda o müddətdən sonra imkan yaradırlar, bilmirsiniz yenidən göndərməyimizə. Açığı yəni Məlumatlı deyilsə. yox, açığı başıma gəlməyib belə bir şey ya da kiminsə başına gəlməyib. Yəni inanmıram ki, açıq elə bir şey alınsın. Aydındır, başa Yəni düşdüm. 18-i son tarixdə, o tarixə kimi hər şey bitməlidir artıq. Yəni universitet üçün o son tarixdə, Harvard falan üçün daha əvvəldə dekabrın 2-sidir.
Başa düşdüm. Bir də orada keçən il mən müraciət edəndə qeyd eləmişdi ki, dekabrın 18-nə kimi müraciət olmalıdır. Belə bir ümumi cümlə yazmışdı ki, aşağı hissələrdə də ki, buna baxmayaraq yanvarın 20-sinə kimi çatışmayan sənədlər təqdim oluna bilər. Siz onu diqqətinizə görməmisiniz orada? O tam olaraq nə demək idi? Ya da yanvarın 20-sinə kimi təqdim oluna bilən sənədlər hansılar idi? O bayaq dediyim kimi məsələn bir nəfər var idi, recommendation letterini biraz gec təqdim eləmişdi. Yanvarın 18-də təqdim eləmişdi. Yəni elə şeylər müəyyən qədər gec təqdim eləmək Mümkündür. Hansılar ki, poçtla getməyəcək, hə, bəlkə də. daha çox güman ki, elədir. Bəs bura sertifikat da, dil sertifikatı da daxil ola bilər. Siz dil sertifikatını da qoyub, dil sertifikatını hard copy-də göndərməyə ehtiyac yox idi məncə, yox? Yox, dil sertifikatını elə göndərməyə ehtiyac yoxdur. Sadəcə olaraq neynirsiniz, həmin o müraciət hissəsində bölmə var. Yəni də o bölmədə siz IELTS, yəni sertifikatın nömrəsini yazırsınız, oradan avtomatik report göndərir həm bu IDP-nin özü. Yəni də imtahanı keçirən şirkət reportu göndərir avtomatik universitetə. Bir də səhv eləmirəmsə skan eləməli idi. Skan edib upload eləmək lazım idi. Yəni iki formada olur. Başa düşdüm. Və sertifikatı göndərmək üçün bir qədər dekabrın 18-dən sonra mümkün ola bilər, yoxsa yox, onu rastlaşmamısınız? O barədə məncə o da mümkün ola bilər. Yəni ən azından digər universitetlər kimi conditional qəbul ala bilərsiniz. Sonra təzədən yəni artıq conditional ödəyə bilərsiniz. Gələcəkdə daha yuxarı IELTS alsınız. Başa düşdüm. Çox sağ olun. Minnətdaram cavablandırdığınız Sağ üçün. olun. Onda görüşümüzün axırına gəlib çatdıq. Mən öz adımdan hər üç yoldaşa çox təşəkkür edirəm. Yəni burada təşkilatçı olmağımıza baxmayaraq biz Adalı saytının üzvləri kimi də çox şey öyrəndik. Yoldaşlara tədris ilində uğurlar arzulayırıq. İndi düzdür, onlar oktyabrdan başlayıblar. İnanırıq ki, ən gözəl nəticələrlə yekunlaşdıracaqlar və inşallah bu il məsələn bu universitetə gedən uşaqlar Oxfordda 2 nəfər getmişdi, Cambridge-ə səfərimsə 6 nəfər getmişdi. İnşallah bu saylar hər il get-gedə artar və bu yoldaşlar ilk gedənlərdən olaraq hər növbəti gedənlərə belə bir ilham qaynağı olarlar. Çox sağ olun yoldaşlar. Həmçinin iştirakçılara çox təşəkkür edirik. Sizin marağınız olmasa bu görüş də olmazdı. Sizi təkliflərinizi gözləyirik. Bizim mail ünvanımıza və sosial şəbəkələrimizi yaza bilərsiniz. Hər birinizi tədbirlərimizə görmək xoşdur. Yenidən çıxışçılara təşəkkürümü bildirirəm. Dəvətiniz üçün bizə təşəkkür edirik və hər birinizə uğurlar arzulayırıq. İnşallah sizin də səsiniz belə deyək, nüfuzlu ali təhsil müəssisələrinə gələr-gələn. Görüşümüz bununla yekunlaşır. Yenidən çox sağ olun. Növbəti görüşlərdə görüşənədək.